90%-ni danışmaq olmaz. Ona görə qayıdaq o 10%. Əslində bizdə hamısını danışmaq olar, amma indi sən bax da. Amma bunu niyə eləmirdilər, bilmirəm. Qaroç pilot gəlir ki, mən qaldıracağam samolyotu. Uşaqlar da gecikəndə kimə görə gecikir? Valideynlərə görə gecikirlər. Yəni bilmək yox, borcundur bunu bilmək. Azərbaycanlı futbolçu harda oynasın? Kamran da şokdadır ki, bunlar niyə dayanır? Sən heç klub səviyyəsində Azərbaycan çempionatında oynamırsan. Biz canımızı qoyduq futbolda, şuluq da eləyirdik. Amma burada baxırsan ki, nə fərri futbol oynayırsan, nə fərri məşq edirsən, plus qulət eləyirsən. Baxmışam ki, o bir Hazard yoxdur, Pedro oynayır. Necə sevinirəm. Pedro da Barselona'dan gəlib. Deyirəm, bu nədir o? Sən kimi icazə verim? Elə şeylər də var da. Yəni indi danışmıram. Məqsədim sənin uşağın qabağa getsin. Amma sən də mənə kömək eləməlisən. Mənim tipimdə Avropada futbolçu yoxdur. Ağır günlər qabaqdadır. Yox. Gözlə. Alınmır, yox. Gətiribsən bunu. Alınırsan da, bilən sən bax. Əvvəl oynayırdım. Mən də əvvəl çox şey edirdim. Bravo, fikir ver. Gözlə, yox, sağ. Yox. Deyirsən də, sən də bacarırsan. Sən oxumuşsan musiqi məktəbi. Sən oxumuşdun axı, nə oldu? O vaxt keçdi. Baxın, öyrənin. Getdik. Bir də təzdən elə, şey elə. Yox, bir də... Yox, onu bəlkə... Uşaqlar, baxın görüm siz burada nə işlə məşğul olsa. Maksimum kim sən bəlkə bilərsən. Bir daha baxaq görək. Hardan bilir? Futbol belə olur da biraz. Tak futbol yox, bu da oynaya bilir. Buyurun Maksim, əyləşin zəhmət olmasa. Mən də təqdim edeyim Maksimi bütün bizim izləyicilərimizə. Həm piano çalan, həm Azərbaycanın ən tanınmış, ən populyar, məşhur, necə deyim, Azərbaycan yığması, Qarabağ, yəni bu çox demək olar. Futbolumuzun əfsanələrindən biri. Bəli, əfsanələrindən biri desək daha yetərlincədir. Nəyə görə? Çünki Maksim Medvedev bugün bizim podkastımızın qonağıdır və əlbəttə ki, bizim aparıcılarımız Pərvin Qorçu, Emin Əhmədov və mən Rüfət Xələfov. Çox sağ ol Pərvin. Özüm deyirəm, birdən yadımdan çıxar. Birdən öz yadınlaşdı. Maksim, nə cür oldu ki, indi pianoda ifadə bu belə sualdan başlayır. Əslində bilirik ki, karyeranı bitiribsiz və indi elə bu günə, nə indi 4 saat əvvəl siz testdən çıxdınız, gəldiniz bura A kateqoriyasına artıq məşqçilikdə siz test verirdiniz, düzdürmü? İmtahan idi A kateqoriya üzrə. İndi məşqçi olaraq işləyirəm və artıq məşqçilərdə də bildiyiniz kimi, yəni C, B, A, Pro kateqoriyalar var. Yavaş-yavaş məşqçiliyə keçəndən sonra başladım bunları hamısını oxumağa. Yəni C avtomatik aldım çünki milli komanda düşərgəsində çox oyunum var. Sonra B kateqoriyanı belə deyək ki, keçən il oxudum. Bu il A kateqoriya oxuyurdum və bu günləri doğrudan da yəni imtahandan birbaşa bura gəldim. Onların fərqi nədir? C, B, A, yəni C nəyə isə məşq edə bilər, B başqa komandanı, A isə produr. C elə bir ki, çox belə bazadır. Məsələn, pas verməyə öyrədirsən uşağı belə bir ki, B artıq bir neçə futbolçu ilə bir yerdə işləyirsən və artıq 11-11-ə oynayan komanda yaş qrupudur. O da 14 yaşdan başlayır. Yəni onları belə çalışdıra bilirsən, ya da ki, hansısa başqa məşqçinin köməkçisi ola bilirsən, B kateqoriya ola. A kateqoriya isə artıq uşaqların yaşı 16-dan yuxarı olmalıdır. Yəni azından 17 yaşlılardan yuxarı çalışa bilirsən o komandası ilə. Plus da ki, A kateqoriya bəzi yerlərdə görürüz ki, yəni baş məşqçilər Выше liqada, Perv liqalarda baş məşqçi kimi işləyə bilirlər. Maksim, sən demək olar ki, fasilə vermədin karyeranı bitirdikdən sonra və o saat məşqçiliyə başladın. Bunu əvvəldən düşünmüşdün, yoxsa elə anında qərar oldu? Yox, əslində fikirləşirdim ki, futboldan sonra hardasa 1 il minimum istirahət eləyim. Sonra belə sual verdilər ki, nə işlə məşğul olacaqsan? Deyirəm ki, məşqçi işləmək istəyirəm daha çox belə uşaqlara həvəsim çox böyükdür. Öz uşaqlarım da oynayırdı deyənə, yəni gedirdim oyunlara baxırdım, zövq alırdım uşaq futbolundan. Fikirləşdim ki, akademiyada başlayayım bu məşqçilik yolumu. Amma istirahət elə bilmədim. Əslində hələ bir ki, qutaran kimi bir aydan sonra artıq getdim rəhbəri ilə danışdım və belə məşqçi işləməyə başladım 14 yaşlılardan ibarət komandasından və paralel olaraq da sırazu keçdim B kateqoriyanı oxumağa və oxudum, işlədim. Ondan sonra elə bir ki, dubl məşqçisi, baş məşqçisi oldum və A kateqoriyanı indi bitirirəm belə. Şimdi bazaya gəlmişdim sizə 14 yaşlı uşaqlara siz məşqçilik edəndə. Ümumiyyətlə
uşaqlarla işləmək çətindir. Yığmadan söhbət gedir. Azərbaycan yığması. Yox, Qarabağ. Sən Qarabağ. deyəsən Qarabağ. xəbərin yoxdur da. Mən heç mən nədən, hə. idman Hə, heç partisi nə deyirəm ona görə. Bilirəm xaricə də getmisiniz. Kontrol oyunlara. Uşaqlarla Niderlanda işləmək həm çətindir, həm də zövq alırsan bir tərəfdən. Doğrudan da belə daha çox problem onların uşaqlarda deyil, onların valideynlərindədir. Çünki doğrudan da yəni futbolu bilən, futbolu bilməyən yaxınlaşır, məsləhətlər görürlər. Yəni doğrudan da adam ondan biraz yorulur. Yəni belə şeylər var. Amma sırf konkret uşaqların içində olanda, məsələn, payskalara xaricə gedəndə, yəni görürsən ki, yəni uşaqlar doğrudan da belə bir sıxmasa mələk kimidirlər də. Yəni adam zövq alır onlarla harasa belə travel eləməyə də, səyahətə çıxmaq, hə. Və onların belə nəyisə izah eləyəndə belə sənə diqqətlə qulaq asırlar, doğrudan da adama xoşdur və sonra onlara nəyisə öyrədirsən, oyunlarda görürsən ki, sən öyrətdiyi eləyirlər. Bu şeylə bir ki, təzədən enerji qayıdır, enerji ilə bərpa olursan. Sən demək olar ki, 20 ilə yaxın Qarabağda oldun. 20 il oldu. 2004-dən başladın yeni gənclər komandasında Qarabağ 2-də. Ondan sonra keçdin böyük komandaya. Bu 20 il ərzində sən heç klubu da dəyişmədin. Dəyişmək fikrin olubmu, olmayıbmı? Təkliflər 100% olub. Əlbəttə. Normaldır bu. Yəni bütün futbolçunun karyerasında təkliflər olur və yenə də hamısını belə balans eləməlisən. Dəyərmi, dəyməzmi, necə olacaq? Xarici belə deyim ölkə nə ölkəsidir? Yəni belə şeylər olub. Yəni mən prosta xoşbəxt idim Qarabağda. Doğrudan da bütün oyunlara əsas heyətdə oynayırdım, milli komandada oynayırdım. Ona görə heç belə düşünmürdüm ki, mən nə vaxtsa Qarabağdan tərpənə bilərəm, ayrıla bilərəm. Düzdür, belə təkliflər var idi. Yəni danışırdıq, qulaq asırdım, nədir? Hətta baş məşqçi ilə də məsləhətləşirdim. Yəni klub rəhbərlikləri ilə danışırdım ki, necə eləyək, nə tər eləyək, amma yenə də hər şey mənə qane eləyirdi deyə ona görə Qarabağda axıracan qaldım. Yəni bax görsən sən dəyişmirdin klubu. Biz isə uşaqlarla hər gün klub dəyişirik. Bir klubdayıq, başqa klubda. Məsəl üçün Pərvin gedir, harasına getsən sən ən belə sevdiyin klub hansıdır? İdman klubu soruşuram mən. İdman klubu. Şey eləmə. İdman zalı yəqin. İdman zalı və idman klubu zalı. Fitmola gedirəm, arada məhəllədə harasa gedirəm. Fitmol görsən məhəllədə sən heç hara getsən biz bilirik. Mən isə Fitmola keçdim. Fitmola getsən, nə oldu? Hamı fitmola keçir. Yaxındır deyirəm. Sözüm bir nəyə gətirirəm Maksim. Əslində bizim baş sponsorumuz var, hansı ki Push 30-dur və bizə imkan verir ki, hər dəfə biz klubumuz yəni idman klubu dəyişək. İdman klubu dedikdə də məsəl üçün Pərvin gedir Fitmola, mən gedirəm Mərdəkəndə o yolda Dreamland-də, orada yaşayış baseyn var, çox gözəl. Emin də ki, bəli, bizim aparıcımızdır, podkastın aparıcıdır. Yəni demək olar hər dəfə bunu deyir. Emin. Gedirəm padla gedib deyəsən hardasa. Yox, o səhvən gedir, evə gedirdi, probkaya saxladı ki, gedim padla oynayım. Mən sən də oynayarıq padla. Deyirəm sən də oynayırsan. Axı padla. Deməli, eşitsən Pərvin, bu da Push 30-un əslində bir müsbət cəhətlərindən biridir ki, probkadasan, evə getməyə axot yoxdur. Saxladı bir dənə padla oynadı, qardaş, raketkanı da verirlər. Hər şey imkan yaradırlar. Oynayırsan, sonra probkadan sonra qayıtsan evə gedirsən. Getdin və ya saunaya, hamısı orada. Ay sağ, hər şey orada. Və sözümü nəyə gətirirəm? Yəni Azərbaycan yığmasında 20 il oynayıbsan Qarabağda. Azərbaycan yığmasında biz bilirik ki, neçə il artıq 10 il. Elə orada da 12 il, 12 il orada. 12 il oldu. Ya sırf biz milli komandadan danışırıq. Hə, əsas milli komandadan. 15, 17 bütün yaş qruplarında oynamışam əslində. Ay sağ, bəs sual ondan ibarət idi məndə ki, bəs ən əsas fərq milli ilə Qarabağın. Bax sən oynayırdın, görürdün ki, ayda burada başqa cürdür, burada belədir. Səni qane eləyən və qane eləməyən fərqlər nədən ibarət idi? Milli komandada yığışanda orada bir həftə 14 gün arasında, yəni çox qısa bir vaxt görüşürsən. Yəni 10 belə deyək də ortalama 10 gün komanda ilə bir yerdə olursan, amma həmin milli komandaya digər klublardan uşaqlar dəvət alırlar və qıraq klublardan hamı bir oluruq milli komandada və belə çıxış eləyirik. O da daha səfər oyunları olur, yəni başqa ölkələrdən oynayırsan. Amma klubda eyni uşaqlarla ola bilsin ki 5 il, 6 il bir yerdə olursan, hər gün məşq eləyirsiniz, bilmirəm, ancaq Azərbaycan çempionatı oynayırsan. Ona görə, yəni oyun baxımından millidə oyunlar daha ağır olur, çünki başqa ölkələrdən oynayırsan. Amma daxili çempionatda uşaqlıq vaxtında ya hardasa belə deyim, dubl səviyyəsində belə deyək ki, eyni komandalar həmişə oynayırsan. Maksim, bir komandada neçə il oynayanda, ümumiyyətlə bir neçə pokoleniyada yola salırsan. Çətindir bu, kollektiv dəyişəndə, amma sən dəyişmirsən. Yox, Maksim deyil. Belə çətindirmi, ya çətindir, biraz çətindir demək əslində. Çünki məsələn bu günləri
imtahan verəm. Yəni bizim instruktor Aslan Kərimovdur. Mən Qarabağda futbola başlayanda o mənim kapitanım idi. Belə olur. Yəni mənim kapitanım idi. Mən onunla bir yerdə başlamışıq. O neçə il keçib, o haralara gəlib çıxıb məşqçi instruktoru kimi. Mən də belə deyim ki, təzəlicə futbolu 2 ildə futbolu qurtarmışam. Kömək elədim tanıdı nəsə yoxsa? Ay nə qədər dedim ki. Orada da belə şey yaxınlaşdı, orada B-dir cavab. Ya orada belə deyim də elementar şeylərdir ki, yəni əgər sən 20 il yüksək səviyyədə futbol oynamısansa, sən oranın 70%-ni artıq bilirsən. Sadəcə bunları daha konstruktiv, daha artıq məşqçi tərəfdən baxmalısan. Çünki biri var sən özün futbolçusan, özünə cavabdehsən. Amma burada sən o məşqçisən, 20-22 dənə futbolçunun hamısına cavabdehsən, bunlara uyğun məşq keçməlisən. Yəni təşkilatın yaxşı olmalıdır. Nə bilim, hər tərəfli sən biraz belə deyim də, daha böyük olursan, bunları yol göstərməlisən, səhvlərini izah eləməlisən. Hər bir şeyə fikir vermək lazımdır orada. Ona görə indi məşqçi işləmək biraz çətindir. Amma belə məsələn bəzi legionerlərlə oynamışam başlanğıcda belə deyim ki, məsələn Admir Teylan, Siagoli, sonra bu nə bilim Ronaldo, sonra dəyişdi, gəldi Dinon Globo. Hamını görmüsən Zubir. Yəni hamısı elə bir ki, belə dəyişirlər. Demək olmaz ki, kimsə pis idi, yaxşı idi. Sadəcə futbol biraz dəyişir. Yəni yenə təkliflər olur, kimsə gedir, kimsə təzə biz alırıq. Yəni belə olub. Hamısı ilə yola gedirdim, problem yox idi. Yəni belə deyim də dil bariyerində sıxıntı yaşamırdım. Yəni ingilis də bilirdim, rahat danışa bilirdik. Ona görə belə yəni hərə bir cür yaxşı futbolçu olub. Bəs ən belə yaxın deməzdim, dost da demək olar əslində. Yaxşı, belə yaxın ünsiyyətdə olan o vaxtı və indiyəndə kimi həmin o ara qalıb, yəni zəng etsən Nağaysan, o da deyir heç nə. Yox, bizdə heç nə yoxdur. Ansiagolidir. Çünki uzun müddətli bir yerdə oynamışıq. Sonra 3-4 il deyərsən elə Admirteli komandanı tərk eləyəndə bir otaqda qalmışıq. Yəni çox da indiyənəcən belə yığır. Yəni ya o gic-gic yerdə olur, ya mən gic-gic bir-birimizə video yığırıq. Görmən abi. Ya mən yatıram evdə kimsə var, danışa bilmirəm belə sakitcə. Ya mən yığanda görün ki, bu belə sakitcə danışır, bilirəm ki, tək deyil də. Yəni onunla çox belə yaxındır. İstəyirsələr indi yığaq. Kameranı söndürək, danışaq onunla. Amma əsas söndürmək lazımdır. Əsas kameranı. Çünki orada birinci elə bir söz pis ola bilər ona görə. Bəlkə götürəsin zaten. Sən nə deyirsən? Götürək. Çünki Maksim futbola keçdi, daha musiqidən danışmayacaq. O da bir zaman. Yox, hər nə olacaq, mən belə şey eləyəcəm. Davay birəm. Davay birəm. Yığışdıraq? Davay birəm. Sən yığışdırar bunu? Kəsə bilməsən ha bunu, Pərvin. Nə sən niyə? Kəsməyəcəm, elə saxlayacağam. Samir də kadrda saxlayacağam belə gözdə. Davay da danışdıq. Emil sən sualı ver, mən qayıdıram. Maksim, ümumiyyətlə karyera vaxtı ola bilər hansı gülməli bir istoriya var idi səndə, danışarsan. Doğrudan da çox belə gülməli istoriyalar var. Əslində əvvəlcədə o sualı bilsəydim mən bir 5-6 dənə gülməli istoriya hazırlaya bilərdim. Çünki indi belə birdən-birə hansısa bir belə maraqlı istoriya danışmaq çətin olar. Gəl biraz vaxt keçsin, yadıma düşsün. Yəni yadıma düşəndə danışaram. Gördüm ki, hələ hər öz işi ilə məşğuldur, ondan sonra danışaram. Hələ belə cavab görməmişəm. Anonsdur. Çox izlər. Pərvin aparır da bu kanka. Qardaş bu burada. Orada qoymadı, qabağıma qoydu. Hə, deyirəm bunu belə qoyaq. Onda Maksim gəl qayıdaq bayaq danışmaq istədin əhvalata. İndi biz diqqətimiz Yox, soruşdu ki, hansı belə maraqlı istoriya olacaq. Həqiqi qayıdaraq bu sual. Sən deyən ki, hazıram. Ay kişi deyib artıq. Zaten dedi Maksim. Dedi ki, amma bunu sonra danışaram. Siz niyə qulaq asmırsınız? Hədə yəni sonra indi də bizim başımız qarışıq idi ona görə. Yəni papapuçi hansısa bir söhbət ortalığa çıxsa, əslində çox var. Yəni prosta onun bəlkə 90%-ni danışmaq olmaz. Ona görə qayıdaq o 10%. O 10%-dən bir dənəsi ən yadda qalanlardan biri hansıdır? Bax, yalnız ki danışmaq olar əlbəttə. O 10%. Əslində bizdə hamısını danışmaq olar, amma indi sən bax da. Yox, məndə bir də ən belə çoxdur əslində, amma heç vaxt yadıma ən çox təkrar danışdığımız zarafat var. Məsələn, o vaxtları mən idim, Əfran idi, Rauf idi, Vaqif Cavadov. Yəni belə deyək ki, bir kampaniya, Malacözlü kampaniyaydıq. Həmişə nə olurdu? Dördümüz olurduq. Korotça Olimpiskidayıq. Olimpiskidayıq. Zəng eləyiblər ki, indi orada mənə ki, Maksim falan uşaqları Olimpiskaya çağırırıq zbora. İtaliya uçuruq, viza üçün xarici pasport lazımdır. Korotça yığdım Raufa dedim, yığdım Əfrana dedim, yığdım Vaqifə dedim ki, bəs yığırıq pasport lazımdır.
Hamı gətirib saat 4-də çatdırıblar. Saat 6-da getməliyəm. Elə bil ki biz Qaraqarayevdə bazada qalırdıq. Affaya. Aparım. Nəsə hamı gətirib belə pasport, paçka məndədir. Gedirəm indi Affaya. Deyirəm ki, qoy bir dənə açım baxım. Bu uşaqlıq şəkilləri nədir? Biri qulaq əyri olur axı. Mənim uşaqlıqda çəkdiyimiz. O belə açdım Raufa baxdım, güldüm, nə bilim. Mənə baxdılar, güldülər. Mən də deyəsən Raufla durmuşam, baxırıq da belə gülür. Deyirəm, aç əfranı baxım. Açıram ki, bir daha kişidir də. Baxırıq ki, başqa kişidir. Akazıvəç yığıb ki evə, papa İtaliyaya gedirəm, xarici pasport lazım. Atası öz pasportunu gətirib. Yəni bu belə konser yığmışam ki, əfram, bəs deyirəm papa səhv salıb gözlə yığıram ki, yığım atasına ki, papa sən yox, mən gəlirəm İtaliyaya, pasport lazım. Amma Yaşar fikirdir, papa Yaşar fikirləşmişdi ki, mən gedəcəm İtaliyaya. Yəni belə yüngül istoriyalar. Səfər keçdi bəs. Səfər. Belə sual verirlər sən İtaliya, ağızda deyir ki, İtaliya. Səfər belə deyim, səfərdə maraqlı nə idi? O Kamran Ağayev, yəni Olimpiskdə getmişik Farer adalarına. O vaxtlarda bilmirəm, elə Olimpiskdə oynayırdıq. 15 ilin söhbətidir, 20 ilin söhbətidir, yadımda deyil. Yox, 20 olmaz, 15 olar. İkaros Farer adalarında bu zebra var yolda. Bakıda o vaxtları zebra zad bilən bəkəm də yox idi da. Yəni yaş çəkib son belə deyim ki, onun ki görür ki, konkret cərməlliklərdən peşəxoda yol verməyən. Yox, Farer adalarında belə komanda şəklində hamıda Azərbaycan yazılıb yol keçirik. Elə bir ki, zebra yaxınlaşanda gördük ki, elə 1 metr qalmış hamı dayanıb bizə yol verirdi. Belə rahatca getdik. Kamran da şokdadı ki, bunlar niyə dayanır? Ağlı gedib Bakıya da. Üstündən keçərdi kimsə o vaxtları. Korotç bu təzə hamı keçib, ayağını zebradan çəkməyib, baxıb ki, bunlar tərpənməsə, reski dala dönür. Kamran. Başda dala dönür ki, yəni baxaq görək ki, bu təsadüf idi, yoxsa doğrudan da belə respekt eləyir. İkaroş uşu 3-cü dəfə hamı qışqırdı ki, bizi biabır eləmək, keş bu yana bəs də ora-bura gəzdi. Gördün ki, uşa saxlayırlar da. Belə temalar. Eşitdinizə, orada Azərbaycan yazılmışdı. Biabır eləmir. Tək cinsdə olsaydı əsərə kimi gəz problem yox. Əslində oyunun nəticəsini soruşurdum, amma nəysə də keçək. Amma dedim axı İtaliya, yəni deyirəm İtaliya. Özə o Farerdə bilsiz nə olur? Demir ha, neçə uduzublar. Yox, Farer idi. Udmuşduq. Olimpiskdə udmuşduq. Elə bir şey gəlmişik, belə oldu ki, təsadüf abed zakaz eləməyi yaddan çıxardıblar. Yəni həmişə bizə proqram yazırlar ki, məsələn komanda gəlir, nə bilim gedirlər burada yemək yeyirlər, nəsə abed yaddan çıxıb aparıblar restorana. Qardaş soğan supu yemişik. Yəni ən tez başqa heç nə yox idi da. İndi uşaqlar hamı acdı. Bizə də dedilər ki, orada da biraz kommunalka idi, nəsə belə otaqlardı, bir dənə də kuxna var. Dedilər ki, uşaqlar kuxnaya girməyin, yəni zavtraq gətiriblər ora. Nesli. Bizi də yeməkdən saxlamaq olar. Sonra gecə ilə bütün zavtraqı, varenya, kruasan, hamısını yemişik, səhər durmuş ki, zavtraq yox. Qardaş, belə konsertlər çox olub əslində. Bax, bir mövzu səndən soruşmaq istəyirəm. Ola bilər sən cavab vermək istəməyəcəksən, amma yenə də biz burada Şəxrudinlə podkast çəkəndə həmin oyundan danışdıq. Ola bilər Şəxrudin karyerasında ən bir yaxşı oyunlardan biri idi. Portuqaliya qarşı. Ronaldo heç kim Şəxrudinə qol vura bilmirdi, amma sən vurdun axırda. 1-0 Azərbaycan uduzub Portuqaliya səfərdə. Sən Emili çağırıbsan o podkastda? Yox, yəni burada problem yoxdur. Tək deyil, yəni başqa yenə qollarım var idi, avtogol belə deyək. Yəni burada elə bir kuryoz moment idi. Əslində heç mən topu görmürdüm. Deyərsən elə o Braqada oyunu deyə hardasa. Yadımda deyil ki, hansı ölkədədir. 3 dəfə oynamışdı. Boş stadionda oynayırdı. Korotçu belə nəsə barba oldu, Şahruddin çıxdı. Mən də belə əyildim ki, hiss eləyirəm ki, yumruqla məni aparacaq da. Özü bu çıxanda ya bizdə də qanun var da. Zaşitnik əgər eşidirsə qapıçı deyir ki, ya, vəsədə sən tərpənmə. Çünki bu şey hazırdır. Belə ya dedi, prosto başımı belə saldım, gözlədim ki, dəyəcək, dəyməyəcək. Gördüm ki, belə nəsə dəydi, akasda belə gizləndi, top dəydi. Bu belə getdi, promux elədi. Promux elədi. Gəldi top mənə dəydi. İyi girdi qapıya. Ya budur da. Ya Şahruddin onda dedi ki, günah məndə idi. Yavaş qışqırdım ya da qışqırmadım. Maksim məni eşitmədi. Deyir Maksim deyir, mən eşitdim deyir. Şahruddin özünə götürdü də görür. Yəni inanın mənə ki, bizdə o qədər məşqdə olub ki, məsələn, hələ keçən dəfə kim idi? Hələ Şahruddin özü məşqdə ki, məsələn, knockdown getdi, qaqaş sönmüşdü. Hələ Suraxanda məşq eləyirdi. Bax eyni epizodda prostrel gəlir, Şahruddin ya! O birisi də dedi ki, qabaqlayıb vuracam. Yəni qabaqladı, apardılar, Bonadaya da qabaqladı.
Əsas komandalı kimi. Əsas mən elə futbol oynayırdım da, elə məşqdə oldu. Yəni Şahruddin kimdir? Nasıl kada apardılar? Cino oyundu, Globo deyərsən, elə onu geyindirmişdi. Ona görə Cino çıxdı Qarabağdan o. Elə oradan birbaşa Kitaya getdik. Maksim elə yavaş-yavaş gəldi Qarabağ temasına. Qarabağ bu illərim Azərbaycan futbolunun tarixinə hər il olduğu kimi adını daha da böyük hərflərlə qeyd elədi. Və futbolumuzu da qabağa daşımaqda davam edir. Bu ilki nəticə, indi sən olmadın bu illərim. Hardasa bir heyfsləndin ki, gərək qalardım, mən də bu Çempionlar Liqasını görərəm. Düzdür, bir dəfə görmüsən? Əlbəttə, bir dəfə oynamışam, bəsdir. İnanın mənə ki, karyera üçün bəsdir. Çünki doğrudan da hiss elirdim ki, getmir və karyeramı sona vurmaq qərara gəldim. Bu illəri təbii ki, dediyiniz kimi hər il Qarabağ bizim belə deyir, sevindirir, üzümüzü ağ eləyir. Belə deyək ki, yüksək səslə deyə bilərik ki, bizdə Qarabağ var da. Yəni doğrudan da nəticəsi çox yaxşıdır və hətta ki bu Liqa Çempionovdadır. Yəni biz bunu gördük, görün haraları gedib çıxıb hansı komandalara qarşı oynayıb və nə boyda iş görülüb. O da inanın mənə ki, birinin söhbəti edirlər. Sırf hardasa hesablasaq, yəni Qurban müəllim 2009-da gəldi deyərsən səhv eləmirəmsə, yəni indiyənə kimi bu boyda yolu, yəni əziyyət hamısı gəlir, axırda belə nəticə olur. Bəs ümumiyyətlə bu ilki çıxışı necə qiymətləndirərsən və gələn mövsüm üçün? Nə deyə bilərik? Biz yenə bunu gözləyə bilərik yoxsa? Əlbəttə ki, biz istəyirik eyni şey olsun, amma inanın mənə ki, yəni bu zirvəyə qalxmaq çətindir, amma orada qalmaq daha da çətindir. Yəni heç vaxt bilmirsən kim birinci rəqib olacaq, kim orada play-offda, kim qrupda olacaq, format necə olacaq. Yəni bu belə söhbətlər var. Yəni oyunçular kimləri ala biləcək, kimlər gedəcək, yəni komandanı elə qoruyub saxlamaq lazımdır. Amma ümumi deyərəm ki, təbii ki, istəyirik ki, bundan da çox olsun. Ki bir hansısa bir belə konkret yarı final söhbətinə gələk çıxaq. Gəlib ona da çıxacaq. İnşallah ki, ona da gəlib çıxacaq, hər şey qaydasında olsa. Maksim ümumiyyətlə Newcastle-a qarşı Qarabağ oynamış. Chelsea, Liverpool. Sən də Chelsea-a qarşı oynamışsan. Yəni ki, ingilislərlə ancaq düşmüşük. Yəni ki, bu olmasaydı bəlkə daha yaxşı nəticələr olardı. Doğrudan nə qədər çətin ingilislər? İngilislərə qarşı oynamaq inanın mənə çox çətindir. Nəyə görə? Bax yaxşı, bax hamı deyir çətindir. Ən çətin məqam hansıdır? Nədən ibarət? Çətin odur ki, sürətdə uduzursan, fiziki danlılarda uduzursan. Naveslərlə oynamaq üçün. Yəni ikinci mərtəbədə onlar elə bil ki, paslarına hər bir ingilis komanda bir dənə Viking olur da. Viking alır. 1.90-lar oğlum, ən azı gördük. 1.90 onlardan da hündürləri var inanın mənə. Yəni biri çıxır uzun, obursu uzun girir. Bir dənə Mulat çıxır, obursu Mulat girir. Yəni bilirsiniz necə onlarda pastayanlı, yəni ştab oyunçular bir 40 dənə bir-birinə əvəz edən futbolçu var. Amma bizdə görürsük ki, bir dənə oyunçu sıradan çıxdı, oyun nəsə qırılır, nəsə alınmır, çətinlik olur. Amma baxın Liverpool, baxın Newcastle. Yəni həqiqi belə şans vermirlər də oynamağa. Yəni biz gözləyək ki, onlar bizə bəlkə biraz belə oynayacaqlar ki, biz onlarla başa-baş oynayaq. Plus da ki, aydın məsələdir də, yəni indi klub olaraq, yəni büdcə məsələsi var, yəni akademiya məsələləri var, yəni uşaq futbol məsələləri var. Onlar uşaqlıqda orada məşq edirlər, gəlirlər bu səviyyəyə çıxırlar. Yəni mən özüm şəxsən asfaltda məşq edib gəlmişəm də, Liqa Çempionov Chelsea-yə qarşı oynayanda. Yox, yenə də İndi yavaş-yavaş indi sintetikamız gəlir, uşaq sevinirik buna. Amma yenə də biz onların səviyyəsinə gəlib çıxmağımıza neçə il, nə qədər maddə lazımdır. Amma Norveçdə də Bodo Glimt hamısı sintetikada oynayırlar da. Amma yenə də fikir verirsən ki, onların əsas heyətində Çempionlar Liqasında 8-9 yerli oyunçu oynayır. Bizdə məsələn yerli oyunçu 2 nəfər oynayır əsas heyətdə. Bizdə nə qədər vaxt lazımdır və nələr lazımdır ki, biz də gələk heç olmasa o səviyyənin yarısına çıxaq. O vaxt siz oynayan vaxtda Avropada Qarabağın birinci illərində əsas heyətin yarısı qanun var idi ki, yox, qanun yox idi. Əsas heyətin yarısı bizim öz uşaq. Bizimkilər də var idi, Afran oynayırdı, Rauf oynayırdı. Qara var idi, çox idi yerli uşaqlar. Necə bilmirəm hansı suala cavab verim. Bir şey oradan gəldi bura. Yəni Norvegiyada oradan da Bodo Glimt indi özümüz də görürük ki, doğrudan da möcüzə yaradır. Yəni belə heyətlə, belə büdcə ilə o tərəfləri gəlib çıxmaq onlara da çox böyük respekt düşür. Doğrudan da yəni əziyyət görürlər ki, əziyyət çəkirlər ki, gəlib bu nəticəsini görürlər.
Yəni belə komandalar olur. Yenə də fırlatsaq arxaya, yəni Bodo Glimt eşitmişik, keçən ildə eşitmişik. Yəni yavaş-yavaş bu komanda gəlir. Nəinki qalıb bizdə, məsələn, o vaxtları biz oynayırdıq. Yəni doğrudan da komandada baxsaz bəlkə 2-3 dənə legioner var idi. Yəni Admir Teli, Ansiagoli, başqa 1-2 dənə də belə. Onlar yavaş-yavaş sonra hamı onlar hamısı sonra plus limit məsələsi var idi. İndi bilirsiniz ki, yəni limitə fikir verən yoxdur. Elə hamı Azərbaycan çempionatda da legionerləri oynadır, daha çox onlara üstünlük verir və bizdə heyətdə görürsüz ki, bir dənə Bəhluldur, bir də Elvin Cəfər Quliyevdir. Əsas heyətdə oynayır. Əsas heyətdə, yəni Bəhlul da Frankfurtdan önəmli gol vurur, Newcastle-da Elvin Cəfər Quliyev 2 dənə gol vurur. Yəni bunlar da yəni yaxşı bir nəticə idi əslində Azərbaycan futbolu üçün və gələcəkdə əgər bu səviyyəyə gəlib çıxa bilən Azərbaycan futbolçu olsa, onlar da həmin turnirdə iştirak eləyə biləcəklər və indi necə gələcəklər, yəni əsas məsələ oradır. Əsas məsələ oradır. Əsas sual hansı idi? Bax, əsas sual odur ki, necə gələcək lazımdır? Nə çatışmır? Baxın, bu günləri niyə biz belə yetişdirə bilmirik? Hansı komandaya baxırsan, istər Sumqayıt olsun, Sabah olsun, Qarabağ, Neftçi, yəni baxırıq ki, əksəriyyət legionerlər oynadılar. Yəni Azərbaycanlı futbolçu harda oynasın? Hətta outsiderlər də legionerlər oynadı. Hə, nətər oynasınlar, necə inkişaf eləsinlər? Yəni biraz bu konuda doğrudan da böyük problemlər var. Çünki həmin uşaqlar sabahlarım gedirlər milli komandanın düşərgəsində oynayırlar. Məsələn, Ronaldoya qarşı. Sən heç belə deyim ki, klub səviyyəsində Azərbaycan çempionatında oynamırsan. Sən necə gedib belə ağır turnirlərdə çıxış eləyə bilərsən? Yəni ona görə millidə işləyən məşqçilər doğrudan da çox böyük əziyyət çəkirlər. Ayxan müəllim bizdə qonaq olanda onu vurğulamışdı ki, bəs digər oyunçular zəif klublara getmək istəmirlər. Həm maaş aşağı olur, həm klub aşağı olur. Hə, ona görə məcbur qalıb onlar da legionerləri üst tuturlar. Amma gedib ehtiyatda böyük komandada oturmaqdansa, daha güclü komandada oturmaqdansa gedib bu dəqiqə belə zəif komandada oynamaq daha yaxşıdır. Elə çıxır ki, oyunçudan da asılıdır da ki, getsin oynasın da, belə çıxır. Yox, oyunçu niyə? Oyunçu baxın da belə deyək də 28 yaşda o uşaq oyunçu fikirləşmir Gemardası oynayır. Oyunçu fikirləşir ki, yaxşı bir maaş qazanım, yəni stabil qazanım, yaxşı komandada olum. Yəni onu fikirləşir. Məsələn, bu dəqiqə gəlin Qarabağın heyətinə baxaq da, Bədavidir, Abbasdır, Toral Bayramov, Nəriman, Musa. Yəni biz onları Liqa Çempionluqda indi axırıncı oyun Bədavi oynayıb da, o da Bəhlulun zədələnməsi ilə bağlı. Amma belə baxın bir dənə o yola. Yəni heç biri oynamır da. Yəni nə varsa əvəzlənib oynayırlar. Yəni əgər bunlar hamısı heyət oynasa necə olacaqdı? Yəni böyük turnirləri görsələr, sabahları milli komandaya gedəndə biz hansısa bir nəticə görəcəyik. Məsələn, sabahda görürük ki, Pastan İsayev oynayır, amma bir nəfərdir. Bir nəfər. Yəni hər klubda Neftçi, xəyal. O da indi Olimpiyadan təzə keçir. Nuri İfarədə çıxdı da. Sonra məsələn Neftçidə biz Emin Mahmudovu görürük. Yəni 1-1-2 belə çıxardıb, gəlib ortalıqda nə qədər 16 dənə futbolçu çıxacaq. Amma sən hansısa turnirə hazırlaşanda səndə bir minimum 30 dənə listə olmalıdır həmin eyni səviyyədə futbolçu. Ona görə biz məcburuq Renat Dadaşovu çağıraq, indi hansısa başqa futbolçuları çağıraq ki, heç olmasa bir komplektləşdirilmiş bir komanda olsun. Maksim, danışdıq ki, oyunçulardan asılıdır. Amma indi səndən də çox şey asılıdır. Çünki dubldasın. Ümumiyyətlə futbolun gələcəyi üçün nə edə bilərsən indi? Və nədən başlamalısan? Azından belə deyim də, təcrübəm var futbolçu olaraq və çalışıram ki, sırf indi bu uşaqlara o uğur yolu göstərdim. Yəni əgər siz istəyirsiniz ardasa yaxşı komandalarda oynamaq, Vışi liqada, Perv liqada oynamaq üçün, yəni sırf gəlib 1 saat məşq eləyib evə getməyə 1 saat, 2 saat məşq eləyib olmur da. Yəni həmişə daim öz üzərinizdə işləməlisiniz. Amma yenə də baxıram bəzi uşaqlara çox belə tənbəllik eləyirlər. Yəni siz necə cəmi gündə 1 saat, 2 saat futbola vaxt ayırırlar, sonra gedirlər, yəni başqa işlərlə məşğuldurlar. Yəni gedirlər, kimsə PlayStation-a girir, kimsə gedir oturur çayxanalarda, yəni belə şey. Yəni bizim vaxtımızda biraz fərqli idi. Məşq qutardı, qalırdıq elə ardasa bazada, məsələn, ondan sonra səhər duranda, daha özümüz, yəni bazamız var idi. Yəni hamı stariklər evə gedirdi. Məsələn, mən Vaqif, Rauf qalırdıq bazada. Məsələn, səhər bilirdik ki, heç boş bekarçılıqda gedir trenajora. Axşam gedirdik, süd, banan alırdıq ki, biraz muskul çıxsın. Amma indi baxırsan, kimə soruşuram, deyirəm ki, uşaqlar, necə bir maaş alırlar, dublda artıq maaşda deyirəm 60 manat
bir dənə abonement fitness alın, özlərinizdə işləyin də. Qollardır, ayaqlardır da, necə deyirlər, volka kормят nogi da. Yəni sənin ayaqların özünə lazımdır. Sabah oyun oynayanda kimlərsə tək-tək mübarizələrə girəndə qalib çıxmaq üçün sənə böyük bir xeyir verəcək də. Amma baxırsan ki, yoxdur. Sırf gəlirlər məşqdən sonra kimsə belə 10-15 dəqiqə fərdi o da qapıya zərbə vuracaqlar. Yəni deyəsən ki, hansısa bir belə inkişaf olmaq üçün yoxdur. Yəni lig bu qapıya zərbə vurum, yəni penal vurum, belə şeylərdir də. Yəni öz üzərində çox işləmirlər. Ona görə mən də baxıram. Yəni uşaqların xarakterlərinə baxıram. Eləsi var ki, məsələn, doğrudan da futbolla yaşayır, amma eləsi var ki, sırf hansısa bir pula görə gəlir, gedim ki, yəni sabahlarımda institut qurtardı, bəlkə başqa sferaya gedib işləyəcəm də. Yəni çünki dubl elə bir perioddur, yəni perexod, neprofessionaldan professionala keçiddir. Yəni kim bu dublda məsələn başa düşəcək ki, məşqçilər nə tələb eləyir. Məsələn, mən onlara nə deyirəm, onların yaxşılığına görə deyirəm ki, istərəm ki, nə qədər mən çox dubldan futbolçu Pervi liqa, başqa vışşı liqaya, Qarabağın vışşısına versək, yəni mənim özümə də bu xeyirdir. Ona görə otururam hamı ilə belə bir-bir. Yəni 20 nəfərlər hər bir düşüncədədir, hərənin bir xarakteri var. Kiməsə kobud danışırsan inciyir, kimdənsə yaxşı danışırsan başa düşmür. Yəni bu balansı qorumaq doğrudan da çox çətindir. Yəni kiminsə üstünə təzyiq eləmək lazımdır ki, oynasın. Eləsi var ki, prosta belə sığalaya başa salırsan ki, bu daha yaxşı olsun. Yəni belə şeylərlə indi rast gəlirəm, biraz çətindir işləməyə. Amma sırf belə baxaq ki, potensial olaraq, yəni görsənən var ki, yəni doğrudan da yəni 5-6 nəfər, yəni sırf dublda indi məndə olan, yəni böyük futbolçu ola bilərlər. Amma yenə də mən dediyim bu disiplina pillələri keçməlidirlər. Yox, var, disiplina azdan çoxdan var, çünki belə pis çıxmasın, maaş alırlar, gördün ki, disiplinanı pozursan, cərimə yazar, kəsmə deyil, cərimələyirsən. Birinci belə şifahi, məsələn məndə deyirəm ki, məsələn sabahlarım gecikdin 30 dənə banan alırsan. Görürsən ki, ikinci dəfə 60 banan. Üçüncü dəfə məcbursan maaşdan kəsəsən. Ki, yəni olmasın. Çünki bir nəfər eləyir, sabah o birisi eləyir, kiməsə göz yumsan, bardak olacaq. Ona görə nada presikać necə deyirlər? Kökündən əvvəldən bu belə qanun ki, yəni məşqə gecikmə olmaz. İclasa olmaz gecikmə, oyuna timbolya gecikmə olmaz. Oyuna gecikmə. Yəni elə şeylər də var da. Yəni indi danışmıram. İndi bəlkə uşaqların baxacaq bunu, hamı qızaracaq ki, bizi deyir. O da qızarsa. İndi yaxşı Maksim, bax məşqçilikdən danışırsan. Bax sənin məşqçilərinin və sən məşqçi olaraq əsas fərqi nədədir və əsas çətinliyi nədədir? Çünki sən deyirsən ki, hal-hazırda uşaqlar oynamaq istəmir. Yəni ki, yoxdur da o rveniya yoxdur. Belə o gözdə o yanılım ki, gedim oynayım belə. Nəyə görə bu yoxdur və məşqçilərdən söhbət getdikdə ən əsas fərq nədədir? Bax səndən və sənin məşqçin arasında. Məsələn, mən dublda oynayanda belə deyim ki, məşqçilərin biliyi başqa səviyyədə idi. Yəni çünki hər ildən ilə tendensiya dəyişir. Hətta ki, oyundakı məşqçilik prosesində, məsələn, indiki biz belə deyim, mən B kateqoriya oxuyanda, o vaxtları A kateqoriya oxuyan məşqçilər gəlir mənim B kateqoriya proqramına baxılır, deyirlər ki, heç biz bunu A-da keçməmişik. Yəni o mənada. Yəni bu dəqiqə dəyişir, inkişaf daha çox. İndi A kateqoriya məsələn veririk. 10 il bundan qabaq pro alanlar deyir ki, biz bunu proda vermişdik. Yəni elə bir ki, proqram çətinləşir və məşqçilərin hal-hazırda bilikləri daha çox olur. Çünki Avropa tendensiya ilə, çünki UEFA kateqoriyasını biz veririk, lisenziya alanda da UEFA alarıq. Və onu biz elə bir ki, upuskat nizə də, yəni qaçırmamalıyıq buna, əldən verməməliyik. Ona görə bu tap hamısını oxuyursan, artıq məşqçi A kateqoriya məşqçi analizi də bacarmalıdır, hər bir şeyi özü eləməlidir. Yəni o əziyyət çəkirik biz. Amma o vaxtları kompüter belə yox idi da çoxsunda. Məsələn, analiz eləməyə ilə ruçka ilə, ya hansısa video kasetlə idi. Baxırdılar ki, burada belə. Ona görə, yəni bizim vaxtımızda indiki bu məşqçilərdə olan şərait, bilik olsaydı, bəlkə biz tam başqa səviyyədə oynayardıq. Yəni birinci cavabım budur. İkinci də bir ki, fərq nədədir soruşdum. İkincisi də mən dedim ki, bax uşaqlarda deyirsən ki, yoxdur da bax o istəyi, o belə bilirsən ki, gedim mən sabah yenə də məşq edeyim. Bax nəyə görə yoxdur axı? Ona görə ki, biz məsələn bizdə nəyə görə var idi? Biz məşqdən çıxırdıq,
nə edirdin? Evə getsəydin nə edəcəydin? Televizora baxardın. PlayStation yox idi. YouTube yox idi. PlayStation indi bəlkə kimdəsə var idi. PlayStation, Sega Deyinci, olsun. Sega. Hə, telefon yox idi. Amma indi inanın mənə məşq qutarıb, məsələn mən keçirəm uşaqların razdivalkasında. İnanın butsuları çıxartmayıblar, belə oturub telefonda oynayırlar. Hələ butsu ayağındadır. Yəni ona görə siz mən deyirəm, biz məsələn Raufla gedirdi, mən Bayılda qalırdım, Rauf Muxtarov da qalırdı. Qaraqarayevdan gedirdi sahilə, oradan avtobusa, elə metroda danışa, nəsə baxa. Ancaq belə çox futbolda, sən filankası görmüsən, bu belə. Düzdür, zarafat deyil, hər bir şey vardı, amma fikrimiz futbol idi. Sonra elə eyni şey qayıdırdıq, yenə futboldan danışırdıq, gəlirdi, məşq eləyirdi, nə bilim. plus nə yaxşı idi ki, biz yaxşı kluba düşdük də. Yəni elə bil ki, həmin klub yerdən belə podyuma çıxırdı həmin period. Yəni bizim bu gənc, yəni çox zbornik var idi, bizə belə qalxırdıq. Amma indiki uşaqlarda yenə deyirəm, bu telefondur, nə bilim ora yazışın, bura yazışın, Instagram, nə bilim. Yəni bunlar çox başqa yerdədir. Hə, gəlirlər sırf görürsən, hələ prisaf eləyin ki, 1 saat yarım məşq eləyirlər. Mən onun yarım saatını bunların üstünə qışqırıram ki, biraz konsentrasiya etsinlər. Fikir başqa yerdədir. Tam başqa yerdədir də. Sonra analizə məcburam. Yəni inan mənə ki, yəni dubl səviyyəsində o qədər analiz, o qədər iclas eləyirəm. Mən o başa düşürəm ki, uşaqlar yorulub. Amma mən bunları məcbur eləməliyəm ki, otursunlar, baxsınlar. Azından heç olmasa o Instagramın 30 dəqiqəsini mən analizə verim. Yəni orada oturmağa yorulmurlar. Amma 20 dəqiqədən çox analiz oldu, başlayırlar əsnəməyə. Biri birinin qulağına nəsə deyir. Nəsə belə sən bax bu analizləri Reels kimi yığ da. Reels kimi yığ. Zaten belə bring direktör, hə belə yığsınlar, baxsınlar, hə burada. Yəni eləsi var ki, məsələn biz oyuna hazırlaşırıq, eləsi var ki, girir TikTokda canlıya. Yaxşıdır. Yəni belə şeylər olur. Bax o oyuna hazırlaşırsan, eləsi var ki, yəni gecələri necə yatırlar, yatmırlar bilmirəm. Bizdə məsələn konkret 11-də biz yatmasaq, o vaxtları danışıram da. Yəni problem idi də. Siz akademiyada qalmırdınız da, evdə qalırdınız, evə gəlib gəldiniz hər gün. Demək olar. Bilirsiniz necə? O disiplina var, o avtomatik impuls idi. Saat 10-da mənim gözlərim marqatlayırdı. Çünki vərdiş elədim, vərdişdir də o. Vərdiş elədim ki, 11-də yatırdım, səhər 6:30-da dururdum. 7-də zavtraq eləyirdim. İndi saat 12-də yığışırıq, kimsə gecikir ki, mənim yatıb qalmışam. Gör neçədə yatıbsa, 12-də gün orta yatıb qalmaq olar. Prosta da, yəni başa düşün indi biz harda işləyirik və nə əziyyətləri biz çəkirik. 12-də. Yəni bu hardasa deməli saat 4-də, 3-də yatıb, 4-də yatıb, 5-də yatıb ki, 12-də məşqə gecikmə olar da. Deyərsən ki, məktəbdə nəyisə saxlayıblar, ya institutda saxlayıblar. Okey, bu başa düşürük, heç bir problem yoxdur. Amma 6-cı gün bazar günü yatıb qalmışam söhbəti yığıb da. Neçə yaşları var onların maksimum? 14 və Yo. Bunlar 17-22 arası. 17-22 yaş arası. Bax 32, 40. Neçə 55? Neçə içəndə yaş? 25. 35. Hadi 33 hardasa. Hə 37. Yəni deməm odur ki, yəni biraz qulaq asın böyüklər. Elə belə demirik, keçmişik, bilirik. İnanın mənə, bu insan sizlərə görə bunu edir və siz sonra ölkə üçün eləyəcəksiniz. Amma belə yatmaqla yox, belə baxmaqla yox. Odur ki, mən əlimi bu Push 30-un 2025-ci ilin kitabına qoyaraq söz verirəm ki, deyirəm 26 göndərəm. 2026-cı ildə mən Push 30-dan daha çox istifadə edəcəm. Keçən ilk startı keçən il 256 dəfə yox, yanılırım. 156 dəfə olmuşam. 156 dəfə. Onlardan 100 dəfə sauna idi. Sən də məşq eləməmsən ki. Qardaş, kim deyir ki Push 30 məşq üçündür? Qardaş, getmişəm, istirahət etmişəm, idmanımı da görmüşəm. İdmandan sonra saunaya getmək olar maksimum. 5 dəqiqəlik, çox yox. Girdin, çıxdın 5 dəqiqə, çox yox. Yox, baxır çox da getmək olar, az da getmək. Yenə baxır ki, məşqin intensivliyinə. Hə, intensiv. Olar, onda olar. Elə bir intensivlik çox yox. Amma bu 30-da maksimumla məşq olsaydı gedərdi. Gəlin eləyək də, bizim belə məsələn əlimizdə danışaq Push 30-dan elə baxsa bax. Deyək ki, maksimumdan 1 məşq. Niyə də yox? Gəlirsən maksimum 1 məşq. İstədim belə şey olsun. Usloviya danışacaqlar. Yox, hər şey müzakirə eləyə bilərik, danışa bilərik, heç bir problem yoxdur. Əgər sizə maraqlıdırsa, təşkil eləyə bilərik. Varam da belə söhbətlərə. Maksimum amma bu bütün bu şeylərdən danışdın, yeni texnologiyalar, hamısı bir yerdə, uşaqların biraz məsuliyyətsizliyi. Bəs bu akademiya məsələləri, uşaqlar akademiyada qalsalar, yaşasalar orada, bazara daim olsalar, bunların bu disiplin məsələləri, özlərinə davranışı, rejimləri daha da böyük kontrol altında olsa, onların nəticəsi daha yaxşı ola bilərmi? Məncə azından gecə yuxusunu belə deyim, bərpa etsələr,
Yəni o böyük bir plusdur. Aydın məsələdir ki, biz telefonları əllərindən ala bilməyəcəyik. Necə oturublar, elə də oturacaqlar. Yəni bizdə belə deyim, Sərhədçidə akademiya var. Amma bizdə yer sayı azdır orada. Yəni biz daha çox məsələn rayonda gələn uşaqlara ora yerləşdiririk ki, məktəbə yaxın olsunlar, həm də ki, orada yeməklərini, qidalanmasını, bir də yuxusunu orada keçirsinlər, belə deyək. Amma yenə də bir də görsən arada bir sözlər gəlir ki, axırana şikayət eləyir ki, filan kəs çıxıb gedib, ya filan kəs gecə gəlib. Yəni deyirlər. Biz də yəni akademiya tərəfdən irad bildiririk ki, və ya da ki, nəsə bir söhbət eləyirik ki, yəni belə şeylər təkrarlanmasın. Amma sırf məsələn dubl olsa, onların özəl bir akademiyası olsa, bilsək ki, yəni bu uşaqlar burada qalırlar. Burada qalırlar, onları nəzarət etmək daha yaxşıdır. Çünki məsələn biləcək ki, azından saat 7-də hamı eyni yemək yeyib, düzgün yemək yeyib, ət yeyib, toyuq yeyib, nə bilim, hər şeydə idmançıya nə lazımdır yeyiblər, qəbul ediblər. Biləcək ki, məsələn saat 11-də bir dənə interneti keçirdin, azından yatmasalarda bir-biri ilə kommunikasiya girəcəklər. Heç kommunikasiya yoxdur. Bunlar elə iqra oynayırlar, hərəsinin bir dənə naushnik, fürsət elə ki 4-5 nəfər hər bir yerdədir, bazada. Bir-birini daşı otaqda deyirlər. Bilirlər ki, hamı bu iqranın içindədir. Biri evdən oynayır. Yəni bilirsiniz də bu iqraları. Biri adını çəkmə, xahiş edirəm ki, daha insanlar bilməsin o nə oyundur. Yəni baza olsa konkret belə məsələn müxtəlif yaş qrupları, məsələn oyuna azından 2 gün qalmış otursunlar orada hazırlaşsınlar. Həm analizdə eləmək rahat olur, həm heç yerə tələsmirsən, hamısı yüksək səviyyədə keçirmək olar, hazırlıq prosesi də yaxşı olur. Amma eləsi var ki, məsələn məşqdən çıxır, biri saat 5-də yeyir, biri 7-də yeyir, biri məsələn vəbşə yemir, ya yolda gedir metroda bir dənə pirajki dönərdən basırlar. Yəni belə şeylər də olur da. Yəni Coca-Cola içən, yəni belə şey. Elementar mən Qarabağa gələndə, yəni dublə gələndə bizim payaskamız olub, deyəsən Şamaxıya gedirdi. Yol üstü ardası astanovkada saxlamış. Bir də görürəm ki, marketin uşaqları Fanta, Simiçka, Chips, zot. Bizim də bir dənə məşqçimiz var, Xəyal müəllim. Deyirəm, Xəyal müəllim, yəni bu nədir? Belə baxır. Deyir içirlər də. Yəni normaldır da yəni. Da, yəni ki özü başa düşür ki, yəni bu olmaz. Amma uşaqlara şey eləmə olmur da. Yuxarı baxıram, Amin Rzayev 16 yaşlı, o da bəlkə eşitmişdi, 2009-cu ildə. Yəni perspektiv o uşaqdır. Yox. Sol zaşitnikdir. Ramazanov deyir. O Ramazanov. Sol zaşitnik gəlir belə paketlə. Deyirəm, Amin idi suda. Gəl bura. Görürəm əlində şeydir. Deyirəm ki, ən zamandır, prinsip elə ki, sumkada. Deyirəm, bu nədir? Simiçka, çipsi, Fanta. Sən kimi icazə verib? Deyir, mən deyirəm, uşaqları alıb mənə deyiblər avtobus apar. Qardaş, bunu soruşturublar ki, ən cavanlı veriblər rasxoda. Belə baxdım, pristav elə ki, paketin bəlkə 80%-ni içindəkiləri çıxartmışam. Deyirəm, ala bu piçeni, yubileyni olar, nə bilim, pryanik olar. Baxıram, simiçkadır, chips. Biri var ki, alarsan belə, kriti Coca-Cola. 2 litrli. Paketin ağzından çıxır, butolka, ondandır da. Yerləşmir. Veriblər ən cavana ki, ala bunu avtobusa sal. Axşam məşqdən sonra prosta yaxşı, mənə dedi, kim dedi, uşaqlardan kim zakaz eləyib? Dedim, yox, Amin, get denən ki, Maksim müəllim götürüb, verdim öz administratorumuz var, nə bilim, kimə icazə var. Verdim ki, ged alın müftədir, gedin yeyin için çıxdınız. Yəni belə şeylər olur da. Maksim, bu deyirlər knut pryanik rus dilində. Yəni ki, pryanik çəkdin. Maksim daha çox pryanikdir ya da çubuq? Yəni birinci belə deyim də, gələndə daha özüm futbolu təzə qurtarmışam. İstədim ki, bunlarla belə Pasvoyski, yəni deməsinlər ki, bunların predstavleniyası odur ki, məşqdi gestapdı, nə bilim, o da qışqıracaq idi. Ya mən gəldim hamı ilə belə normal söhbət elədim, danışdım, individual, tet-a-tet, baxdım məşqlərə, deyirəm ki, sən bunu artırmalısan. Yəni fikirləşdim ki, şey eləmə. Amma bir vaxt da qeyd elədim, eləsi var ki, gəlib qapazlaya oynadarsan, amma eləsi var ki, nabarot sıxalayasan ki, o oynasın. Burada da eyni şey strukturla mən rast gəldim ki, görən komandanın yarısı belədir. Yəni eyni stildə aparmaq olmur. Başladım biraz belə bunlarla sərt danışmağa. Çünki görürəm ki, bir dəfə dedim, 2 dəfə dedim, yüngül ştraf. Görürəm ki, yox da bunlar fikirləşir ki, bu belədir. Onda başladım cərimələməyə, qışqırmağa, otağa salıram, birə-bir danışanda məşqçilərlə, konkret indi bəzi
elə 22 yaşlı futbolçu sən o bu uşaqların yanında belə kobud danışmaq da olmurdu. Yəni bu balansı sağ. Uje çağırırsan, əgər belə ağır bir nəsə demək istəyirsən, çağırırsan ki, belə bütün ürək sözləri deyirsən. Ha, uje başqa cür izah eləyirsən ki, olmasın ki, o bu uşaqların yanında sonra pərdə olsun ya nəsə belə psixoloji sınma olsun. Uje oturub danışırsan. Yəni belə davam etsə valideynimi çağıraram. Yəni eləsi var ki, yəni valideyni də çağırmışam, danışmışıq ki, yəni mən məqsədim sənin uşağın qabağa getsin. Amma sən də mənə kömək eləməlisən. Yəni sən uşağı evdə nəzarət eləyə bilərsən ki, uşaq saat 11-də evdə olsun. Çünki mümkün deyil də bir oyun uşaq bu səviyyədə oynayır, o birisi oyun burada, sonra lap burada. Deməli hardasa çəpə eləyə gəlir. Ya uje siz tək mən deməyinlə nəzarət eləyə bilmirəm. Yəni əlbəttə ev də lazımdır. Əlbəttə evdə də nəzarət olunmalıdır. İndi bunlar da belə bir periodda 18-19 yaşda. İndi özümüz də bilirik ki, yəni bu periodda inan mənə ki, mən səni saxlamaq olar. Radiatora bağlasın, radiatoru yerdən çıxardıb çıxaram, gedərəm. Ona görə burada belə bir balans olmalıdır. Yəni işləmək lazımdır. Çox işləmək lazımdır, izah eləmək lazımdır. Amma biz necə biz işləyirdik, biz futbol oynayırdıq, biz canımızı qoyduq futbolda, şuluq da eləyirdik. Ona görə burada kimsə göz bağlayırdı bizə. Amma burada baxırsan ki, nə fərri futbol oynayırsan, nə fərri məşq eləyirsən, plus qulət eləyirsən, plus çayxanalarda olursan, plus 4-də yatırsan, 12-də məşq velosiped eləmirsən. Yəni bu konkret xaosdur da. Yəni bunların üzərində işləmək biraz əziyyətli. Mən Maksimin Knutunu şeylədim də, hesabladım. Demişdi 60 banan və 30 banan. Deməli 60 banan cərimə eləyəndə hardasa 36 manat xərc çıxır. 30 banan isə 18 manat. Səncə Maksim? İnansız düz deyir. Səncə Maksim bu yetərincədir yoxsa? Yox, bu xəbərdarlıq. İnanın mənə ki, yəni elə uşaq var ki, mən məsələn cərimələdim. İndi o da bilir kimidir. Dedim ki, yəni birinci gün, yəni bu xadnədən sonra məşqə gətirirsən. Birinci gün gəldi, yoxdur. Nə qədər? Nə qədər banan dedin? 30. Nə gətirirsən? Yox, mən ona dedim 20. 20, okey. İkinci gün gəlir məşqə yenə yoxdur. Uje 60-dır. Üçüncü gün gələndə deyirəm ki, yəni uje 90 olacaq. Yəni eləmə də. Bir də görürəm ki, gəlib götürüb bir belin 5 oktan gəlir. Biri var 20 dənə banan sən bir paketdə gətirərsən, biri var ki 60 dənə. Orada da məsələn 20 alma, 20 mandarin, 20 banan belə qarışdırır da multifrukt gətirib də. İfso, yəni belə. Sonra bir gün də gəlmədi. Çox gətirdi də. Yox. Zapasla gəlir. Yəni olur. Yəni uşaqlar özləri başa. Yəni təbii ki, heç kim orada heç bəlkə də meyvəyə ehtiyacı yoxdur, amma azından yəni bu xəbərdarlıq kimi. Yəni uje bu bilir ki, gələn dəfə bu həmin uşaq düşsə, yəni bu uje 100-dən başlayacaq. Amma o uje bir dənə 100-ə vurğan nə qədər eləyir? 70 manata yaxın pul eləyəcək. Uje bilir ki, tam uje biraz ağırlaşır da. Da Luçi vaxtında gəlin, neçə straşlı yəni. Belə maraqlı sistem. Yaşa sistemdə özdə. Yəni bunu belə deyim də. Mən məsələn belə deyim ki, mən 14-də də işləyəndə belə eləmişik. Amma 14-də başa düşürük ki, yəni uşaqlar maaş almır. Uşaqlar da gecikəndə kimə görə gecikir? Valideynlərə görə gecikirlər. Yəni biz də valideyni necə cərimələyək? Bilirik ki, uşaqda pul yoxdur, ala 25 dənə. Amma uşaq futbolunda başa 30 dənə olur adam komandada. Ona görə 30 dənə alırdılar. Orada raskot daha çox. Nə mənim uşaqlarım da öz uşaqlarım bir də görürəm ki, gəlir ki, papa, banan lazım. Sabahlarım 25 dənə banan. 25 dənə banan çatdırmalıyam. 25 dənə banan deyirəm, ya öz pulları olanda, yəni denajeniyadan zatdan qalanda gedir onu xərcləyir. Yoxdur, verirəm ona 18 manat elə mən də sənə hesabladığım kimi ver. Ona görə bilirəm. Bilirəm. Mən alıram uşaq aparmalıdır. Yəni belə bir şey yoxdur. Yəni bu hamıya aiddir. Hamı gəlib alıb. Sənkilər niyə gecikir? Mənkilər mən deyimdə nəyə görə gecikir? Çünki valideynlərdə də problem. Mən işdə oluram amma da. Yəni evdən kim o uşaqları yola salır ha. Evet, eşitdin. Problem amadadır. İşte valideynlərdə problem. Mən işdə oluram. Gördün? Ya atalara şeydir deyil də. Əsas uşaqları kim yığır da, paltar, sumkaya kim yığır, yəni mamalar baxır da. Yəni çox vaxt çəkənlər. Onlar günahkar olurlar. Yəni atalar işdə olur. Nə bilim valla. Biz artıq başqa verilişəcəyik. Maksim, baş məşqçi Qurban Qurbanov. Yəni ki, onun haqqında nə deyə bilərsiniz və sən də məşqçisən. Hansı təcrübə götürdün onlardan? Götürə bilərsən və necə bir məşqçidir? Bəlkə də götürürsən. Belə deyim ki, oradan da yəni başqa məşqçilərdə nə seçilir? Çox səbirli bir məşqçidir. İnanın mənə ki, yəni o keçirdiyi hissləri mən keçirsəm, bəlkə adamı infarkt vurar da.
Amma nə vaxt baxın, hansısa belə sudya tərəfdən, ya kimdənsə belə nəsə olanda həmişə bir dənə ona baxın. Çox belə səbirli. Hətta uduzanda səbirli. Nəsə oyun alınmayanda belə sakitcə durub səbirli. Adam istər-istəməz mən daha impulsiv adamam. Yəni mən bilmirəm ya dəmirə yumruq vuraram, ya bilmirəm qışqıraram, girərəm. Yəni belə də biraz impulsiv adamdır. Yəni o, yəni başqa məşqçilərə baxanda da görürsən ki, biraz belə spokojnudur, biraz səbir eləyir, yəni tələsmir. Bu komandaya təsir göstərir də. Yəni ki, onlar da spokojdur. Yəni biz yəni məşqçi də başlayıb nəsə reaksiya verəndə uşaq futbolçular da başlayır o reaksiya verməyə və qırmızı sarı kartlar almağa başlayırlar. Dava düşür. Nə bilim nə, belə şeylər olur. Amma keçən dəfə bir oyundan sonra yaxşı bir söz dedi Qurban müəllim. Yəni Qarabağda olmasaydın, başqa bir klubda olsaydın, bəlkə də biraz rahat, biraz bu qədər məsuliyyətlə yanaşmazdım. Deyirəm, amma Qarabağın adı məni vadar eləyir ki, nə qədər Azərbaycanlılar üçün önəmli adı olduğu üçün bu illər ərzində daha da məsuliyyətli, daha da ciddi var olmalı. elə bir şey, bəlkə də yadınıza düşər, Legiya ilə Səfər oyunu. 44 oyunu müharibə var idi, günü var. Həmin perioda düşüb biz Legiyaya gedirik, bizdə ev oyunu yoxdur. Bizdə belə Palajeniyadır. Covid-ə görə o vaxt oldu. Müharibəyə görə, həm də Covid-ə görə. Covid-ə görə başlayıb o sistem, səfər oyunu düşdüksə bir dəfə. Yəni o period, yox, sırf o müharibə perioda düşmüşdü. Yəni biz getdik, bizim oyunumuzu elə bir ki düşüb Legiyanın polyasında. Və orada yəni ki 3-0 qalib gəlmişik. Yəni doğrudan da böyük bir belə sensasiya idi da o vaxt üçün Legiyanın polyasında 3-0 məğlub etmək konkret, yəni orada görürük ki, yəni sırf belə bayrağın yanında dayanırıq. İstər hamıda şəkillər göz yaşı gəlir. Yəni çünki takoy, yəni periodda belə nəticə, belə stres altında, belə çox şey var idi da, təzyiq var idi komandada. Əlbəttə ki, hamı başa düşürdü ki, biz Qarabağ klubuyuq və hal-hazırda orada nələr baş verir və biz onları təmsil edirik. Ona görə, yəni Qurban müəllim çox belə həssasdır da, yəni bu komandaya görə. Şarudin onda həmin o oyuna toxunmuşdu qonağımız olanda. Dedi, həmin oyunda oyundan başqa hər şey var idi. Futboldan başqa hər şey var idi. Mübarizə idi, mübarizə idi. Yəni это война была для нас, это не игра была, belə deyil. Bu arada Şarudin salam deyildi, yazmışdı və ya şəkil atmışam. Deyir, legenda gəlib. Sırf yəni belə keyfiyyət baxımından belə deyək ki, yəni Legiya o yaxşı bir vəziyyətdə idi. Həqiqi yaxşı idi, amma sırf bu komanda şəklində, belə atmosfer komanda da dəyişət idi. Hətta adam titrirdi də oyundan sonra. Yəni 3-0 udmusan, yəni böyük bir belə qrupa düşdü həmin oyundan sonra. Sensasiya idi da həmin period. Bəs bu Avropa liqalarında çox oynamısan da sən. Neçə sezon oynadın? Bir 6-7 sezon oynadın rahat. Çox oldu. Qrup mərhələsində. Yox, qrup mərhələsində. 2015-dən 14-dən başlayaraq. Konferans ligi olub, Liqa Çempionlar olub, Avroliqa olub. Yəni Paçti Stop axırıncı neçə 10 il biz pasanın qruplarda müxtəlif çempionatların qruplarında hamısında qrup. Sən bunların hamısını görmüsən. Sənin üçün ən yadda qalan mövsüm hansı olub bunların içində? Bildim hansı. Sırf sənin özün üçün də bir futbolçu kimi. Yox, sırf əlbəttə ki Liqa Çempionlar qrupunda oynayanda o Atletico Madrid, Chelsea, Roma idi. Hə, çünki orada doğrudan da yəni belə komandalara qarşı oynamaq, belə ulduzlara qarşı oynamışam. Yəni çox səviyyə idi də. Hətta yadımdadır Chelsea ilə oynayanda. Yəni orada sol pol защитник Azarda oynayırdı. Hə. Pristav eləyin ki, yəni hazırlaşıram, bilirəm, oyunlarına, individual şeylərinə, skillslərinə baxıram ki, bu sağdan, soldan hamını sürüyüb də. İndi gəl çıxalım. Pristav elə girmişik Razdivalkaya, oyuna hazırlaşırıq. Onların listi çıxıb, o kimlər oynayır. Baxmışam ki, o bir Hazard yoxdur, Pedro oynayır. Necə sevinirəm. Pedro da Barcelona'dan gəlib. Gör vəziyyət nərdədir ki, mən Pedro'nu gördüm, sevindim ki, ha, nə yaxşı. Düz 70-dən sonra Hazard girdi, məndə sudurqalar başladı da. Pedro uzaqdan qol vurdu Londonda, ən birinci. Oradakı oyunda. Da, ştrafnoydu, onu tak поставил, da. Amma hər oyunda 10 nəfərinə qalırız da, o da təsiri vardı. Şey elirdi də, poddavka oynayırdı. İndi qismətdir də, belə olurdu da. Deyəsən bir dəfə Rəşad Krasnı aldı. Bir dəfə Rəşad aldı, bir dəfə Atletico ilə qırmızı. şey aldı, legioner gəlib, Enrique aldı. Pedro aldı. Amma Atletico 2 dəfə neçə oynadıq. Məsələn Roma ilə Atletico qrupda saxladınız da. Atletico da gəldi Avroliqanı utdu. Həmin özdə dövrdə yaxşı təcrübə olduq da onlar. Qarabağla qrupda olan komandaların bir çoxu finala qədər gəlirdilər. Özdə Atletico Madriddə o vaxt Azərbaycan yazılmışdı, yadınızdadır? Atleticoda. Da. Yox, o şey yox idi. Maksim neçə il Qarabağda oynadığın dövrdə Avroliqada oynamısınız? Siz demək olar ki 3
Front Azərbaycan dilində nədir? Front? 3 sərhəddə mübarizə aparmısınız. Sərhəddə 3 sərhəddə mübarizə aparmısınız. Həm çempionat, həm kubok, həm Так ты не Avropa порежешь liqası. это заново, скажи, как ты? Не, наоборот, хорошо, что русский исправил его. Yəni Maksim bir çox hamımızdan Azərbaycanda daha yaxşı danışır. 3 sərhəddə oynamısınız. Bunlardan ən çətini bu 3 şeyi cəmləyəndə həm futbolu, həm səfərlər, getmək, gəlmək, həm sizin bu istirahət vaxtlarınız ən çətin şey nə olub bu dövrlərdə? Əslində ən çətini odur ki, yəni bu uçuşlarla bağlı qeyd eləyərdim. Çünki doğrudan da bu əziyyətli bir işdir. Elementar özümüz arasa belə deyim də, yəni Səyahətə gedəndə İtaliya, Fransa, belə deyim də, yəni yaxın deməyim 2 saatlıq yol. Yəni 5 saatlıq yolu kimsə gedəndə gedib İtaliyaya düşürsüz, 1-2 gün sizə lazımdır ki, adaptasiya olmaq. var. Amma bizdə o zaman yoxdur. Sən düşən kimi o bir gün çıxırsan məşqə, sonra oyuna çıxırsan. Yəni bu samolyot oradan da çox böyük bir əziyyət çəkir uşaqlar. Əlaqəsta indi əgər oyundan sonra qayıdırsan gecə reysi, aydın məsələdir ki, tam yuxunu götürə bilmirsən. Yəni turbulentность olur, nə bilim, belə Stres, hava şəraiti pis olur. Yəni heç yatmırsan gecələri. Yəni bu doğrudan da çox böyük rol oynayır. Plus da ki, məsələn, İngiltərəyə gedirik. Yəni vaxt olur ki, yəni 4 saat fərq olur. Məsələn, gəlirik, çıxırıq İngiltərəyə gecə saat 12-də istər-istəməz yuxu basır, amma İngiltərədə saat 8-dir. Almaniyada saat 9-dur. Yəni 3 saat, daha 3 saat, böyük 4 rol saat, oynayır. Hə. Sən oyuna çıxmalısan, amma əsnirsən ki, yuxu gəlir. Yəni belə epizodlar da olur. Plus da ki, hələ samolyot necə gedib gələcək, orası da var. Məsələn, biz axırıncı zəfər yadımdadır, Gibraltarla oynamışdıq. Deməli, Avstriyada zbordayıq, mindik samolyota, oradan getdik Gibraltara. Düşdük, qaroçı, biz də zbordan gələndə veş çox olur da, konteynerlər olur, yəni zapaslı şeylər, əşyalar çox olur da, yəni bir neçə dənə belə sumkalar olur. Qaroçu oyun oynamışıq, indi Gibraltarın da indi kimə maraqlıdır, elementar. Bizim dildə cəbhəli tarix deyirlər. Da, elementar bir dənə xəritədə baxsınlar, yəni bu vəbşi ölkə nədir? Yəni Yarısı dağdır. Yarısı dağdır. Bir dənə belə stadion var, yanında uçuş polosası. Uçuş zolağı. Ha, seçiyorum Yasimetov. Zolağı. Yoxdur, sразу milli. Acın. Ha, uçuş zolağı var. Məsələn orada samolyot uçanda qıraqda belə maşınlarda həmin bu zolaqdan gedib gəlirlər. Yəni aeroportun ortasında. Ortasında ha, qırmızı işıq yanır maşınlarda. Təyyarə qalxır. Qaroçu oyundan sonra gəlmişik. Bizdə Avstriyadan gəlmişik. Orada veşlərimiz çoxdur. Azal samolyot göndərib. Hə, Azal samolyot göndərib. Samolyot gəlib düşüb. Gələndə də deyirlər məsələn bu qədər adamdır. Təxminən plus minus 23-30 kilo arasında veş sayılır da. Belə nəzərə alırlar ki, uçuş zolağı balacadır. Ora böyük samolyot sürət yığa bilməyəcək. Məcburdular balaca samolyot göndərsinlər. O belə söhbətə görə. Yox, həm çəkiyə görə, həm də ağır samolyota biraz məsafə lazımdır ki, yığıb qalxsın 200 neçə 50-yə 270-ə sürətin qalxmaq üçün. Qaroçu gəlib bütün veşləri ora yükləyiblər, baxıblar ki, perevest. Yəni artıq çəki gəlib. Yəni bu çəki ilə samolyotun qalxmaq şansı bilmirəm varmı, yoxmu? Onlar artıq daha yaxşı bilirlər. Qaroçu pilota birinci bunu xəbər eləyirlər ki, yəni belə bir situasiya var. O pilot belə baxıb, aparım. Qaroçu dedilər 40 dəqiqə gözləyin, nəsə pilot gedib arası nəsə hesablamağa. Şu uçuş məsafəsini, nə bilim abyom, nə bilim güc çatacaqmı, necə eləyəcək, nə tər olacaq. Qaroçu bu xəbər gəldi ki, pilot razılıq verdi. Yəni yenə deyirəm ki, yəni Siz samolyotdasınız. Yox, bizi çıxardıblar samolyotdan da. Biz hələ şeydə. Birdən uçmadılar da, dayanmasınlar. Qaroç pilot gəlir ki, mən qaldıracağam samolyotu. Yəni özü belə xəbər gəldi ki, mən qaldıracağam samolyotu. Yəni 50-50-yə da şans. Amma qalmış belə. Qaroç minib hamı samolyota veş daşımışıq. Bütün futbolçuları dedilər ki, hamı xvastava quyruq da, xvastava. Hə, arxasına. Quyruğa istifadə edə bilər o sözü quyruğa. Arxaya qaroç hamı keçsin ki, yəni samolyot. Qaroç oturmuş hamı, kimdə 4 dənə kəmər, hamısı bağlanmışıq da qorxudan.
Təyyarə elə bir ki, yerindən başladı, bilsən necə? Elə bir ki, maşın sürürsən, qaz toruz basırsan ki, abarot yıxsın ki, reski. Belə oturduq, reski belə samolyot tərpəndidir. Yəni heç vaxt belə hamı belə yapışıb sizenkalara da, plusla belə hiss olunur ki, anqırır da samolyot ki, yəni maksimum sürət yığmalıdır bu çəki ilə ki, qalxsın. Belə qalxdı, görürəm ki, yol qutarıb da, altımız sudur da. Şey yoxdur da. Çaqa çatmır. Belə hamı belə tərliyib, belə oyunda da tərləmişik, neçə kilo atmışıq. Burada da belə tər axır. Yavaş qalxdı, amən çaldı, bravo. Buludları keçəndən sonra bildik ki, hər şey qaydasındadır. Yəni ki, təşəkkür edirəm bizim də pilotlarımıza doğrudan da. Bizimkilər astılar. Aynanın mələkə obrisi olsaydı bəlkə bir sözümüz minməyəcəkdi də. Bizimkilər astılar elə şeylər. Bizimkilər astılar və belə hadisələr olur da. Yəni o bəlkə zakadrım qalır, bəzi çox şey bilmirlər, amma yenə də belə çətinliklərdən danışırıq. Təsəvvür eləyin ki, belə 2 gün sonra düşürsən, gəlirsən Qəbələ ilə oyuna çıxarsan da. Elə stresi atmalısan da. Stresin üstündədir. Eləsi var ki, mən önce karyeram axırında yuxu dərmanı qəbul edirdim ki, yəni bir də görsən yatırsan, ayılırsan ki, bəlkə mən yenə samolyotdayım. Belə şeylər gəlirdi də. Yəni arzu elə ki, qrafik çox sıxdır. Arzu elə ki, dururdu. Hə, arzu elə ki, o klublarımızda Avroliqaya düşsünlər, Avropa oyunlarına düşsünlər İnşallah. ki, hamısı onu yaşasınlar və çempionatımızın gücü də artsın, daha da maraqlı olsun. İnşallah elə ona Milli doğru komandaya gəlir. toxundun. Milli komandada baş məşqçi dəyişildi, təzəlikçində bir neçə ay bundan qabaq yerli məşqçi gəldi. Sən də bu gənclərlə də işləyirsən, həm də futbolçuların çoxsundan əlaqədəsən. Bu dəyişiklikdən sonra nə gözləyirsən ümumiyyətlə milli komandamızdan? Həm də nəzərə alsaq ki, gələn il Bakıda U21-in dünya çempionatı keçiriləcək. Doğrudan da çox yaxşı bir sualdır. Bu əlaqədə O suallarımız yaxşı deyil. Yəni hal-hazırda mən işlədiyim yaş belə deyim də daha çox belə 2007-2008-lərə üstünlük veririk və onlar həmin çempionatın iştirakçıları olacaqlar və bu bütün cavan uşaqların çoxsu belə deyək ki, bizdə Qarabağda dubuldadır. Çünki məsələn zbornaya oyunçu verəndə bir 10 nəfərə yaxın zbornaya 19-a elə düşürdülər onlar, artıq düşmürlər. Ora gedirdi. Yəni həmin uşaqların həmin period gəlib düşəcək və fikirləşirəm ki, yaxşı potensiallı uşaqlar var. Plus da ki, başqa klublardan da bu həmin 2007-2008-ləri yaxşılarını seçib yaxşı bir komanda yaratmaq olar və millidə dəyişiklikləri mən belə başa düşürəm ki, Ayxan Abbasovla söhbət gedir. Bəli. Yəni davay belə danışaq ki, məsələn Debiazo oldu, Santuş oldu. Yəni biz belə desək ki, nəyisə izmiyeniya, nəyisə belə dəyişiklik görmədik. Yəni elementar Prosinecki verdiyi nəticə üstündür. Elementar Berti Foxun verdiyi nəticə üstündür. Çünki qrupda 10 xal yığan məşqçilərdir. Amma burada baxırsan ki, Santuş nə qədər yığıb? Yığdı ki, bir xal yığdı. Estonyana Nişi oynadı. Yəni ən asan millətlər liqası idi, orada da heç nə eləyə bilmədik. Yəni başa düşürük ki, yəni laf Santuş olsun, yəni bu qədər pul xərcləməyə məncə dəyməz. Yəni bizdə yerli spesialistlər var, uşaqları daha yaxşı tanıyırlar. Uşaqlar onların gözünün qabağındadırlar. Bütün məlumatı 2/2-dir da uşaqların haqqında almaq. Ona görə bu günləri Ayxan müəllim indi götürüb komandanı özümüz görmüşük. Yəni Ukraynaya qarşı oyun necə oldu, sonra Fransaya qarşı. Aydın məsələdir. Ya heç kim gözləmir ki, qeyri ekstra bir şey eləsin Ayxan müəllim, amma azından baxırsan ki, maraqlı şeylər, elementlər görəndə adam deyir ki, hamı sevinir ki, bəlkə nəyisə düzələr də, hamı yalvarır ki, Ayxan müəllim biraz da üstünə qoy, biraz da nəyisə yaxşı bir nəticə ver. Ona görə fikirləşirəm ki, yəni hal-hazırda durum elədir ki, yerli məşqçilər daha faydalı olarlar. Bəs klublarda? Klublarda biraz sistem başqadır. Klublarda legionerlər çoxdur deyə. Məsələn, hansısa məşqçi gəlir, baxır sastava, başa düşür ki, plus-minus 3-4 dənə futbolçu özündən gətirə biləcək. İstədiyi futbolçunu gətirə biləcək. Məsələn, görür ki, hücumda problem var, okey. Orada məndə hücumçu var, onunla əlaqə. Öz listindən gətirir və yaxşı bir komanda yarada bilir. Amma millidə belə bir imkan yoxdur. Millidə o imkan yoxdur. Amma sən bir müsahibəndə milli komandanın oyunçularının himn məsələsinə də toxunmuşdun.
Və o müsahibədən sonra uşaqların çoxu himni artıq oxuyurlar milli komandada. Həm də Ayxan Abbasovun U19-da elədiyi nümunə gətirirdin ki, orada bütün heyət oyuna çıxarkən himni hamısı bir səslə, hamısı bir yerdə oxuyur və milli komandada da bunu görmək istəyirdin. Gördün son oyunlarda? Məsələn, Fransanın oyununda bütün komanda oxuyurdu demək olar himni. Yəni əslində məncə kim milli komandanı belə deyim, təmsil eləyir, kim yəni bu formanı geyinir, bayraq olan, belə deyim, milliyyətdən asılı olmayaraq bilməlidir. Bəli, elədir ki, var. Yəni sən əgər bu komandanı belə təmsil edirsənsə, sənin borcundur. Yəni bilmək yox, borcundur bunu bilmək. Ona görə son belə tendensiyaya görə baxırıq ki, Renat Dadaşov da oxuyur. Yəni Xaricdə böyük yaşamağına baxmayaraq. Yəni Bədavi də oxuyur. Yəni düzdür, bunlar birincidən biraz bilmirəm ya utanırdılar oxumağa, ya öyrənmək istəmirdilər, amma sonra artıq belə ciddi nəzarət altına giriblər ki, siz mütləq oxumalısınız. Yəni başqa şey gəlib öyrənə bilərsiniz, amma bu himni öyrənməyə 1 saat isə bəs eləyər vaxt. Ona görə bu gündən sonra həm Olimpiskdə, həm milli komandada, bütün yaş qruplarında məcbur eləyirlər ki, mütləq oxumalısınız. Yəni çünki oxuyanda azından komanda oxuşur. Amma bizim vaxtında baxırdın ki, onun gedib 4 nəfər oxuyur, 6-sı oxumur. Məsələn, Çertoqanov idi, Levin idi, Subaşçı idi, Luis Fabio Rami. Onlar konkret rəqəmlər. Yəni yenə də azından onları da məcbur eləyib oxutdurmaq olardı. Amma bunu niyə eləmirdilər, bilmirəm. Maksim, Prosineckiyə toxundun sən. O ümumiyyətlə niyə də yox kampaniyası o vaxt nə hiss edirsiniz və Norveçə uzaqdan qol vurmaq nə hiss edir? Belə qol vurmağımdan çox şey belə danışmaq xoşlamıram. Yəni любой bir futbolçunun borcudur qol vurmaqda. Yəni oyuna çıxırsansa imkan oldu vurmalısan bunu. Azından qol buraxmamalısan da. 2 dənə belə qayda var. Yəni Prosinecki vaxtında çox dəyişikliklər mən gördüm. Çünki başqa məşqçilər daha belə stabil, risk atmadan çətin oldu vurqabağa oynayırdılar. Amma Prosinecki məcbur elədi ki, yəni uşaqlar səhvdən narahat qoymayın, lazımdırsa öz meydançağınızda da pas oynayın, çerez pas çıxın. Yəni o həm məşqlərlə, həm oyun gedişatında tələb eləyirdi bunu. Ona görə biraz oyun formatı dəyişdi. Çünki məcbur eləyirdi ancaq çerez pas. Deyir, keyfiyyət var, sadəcə bunu eləyin. Səhv oldu, problem yoxdur. Səhvdən sonra əsas bilməliyik ki, biz nə edəcəyik. Yəni belə sakitcə hamısını şey belə başa saldı. Özü də İspan futbolunun tərəfdaşıdır deyənə. Barsada oynayıb, Realda oynayıb. Yəni bilir ki, yəni çerez pas çıxmaq ən belə rahat yoldur. Amma Şimali İrlandiyadan sonra nəsə olub? Əsas oyun o idi da. Əsas oyun 0-4. Onu utsaydıq, şans qalırdı qrupdan çıxmağa. çıxmağa. Ondan sonra nəsə alınmadı. Olur da, yəni belə deyim də, yəni Şimali İrlandiya Vikinglər fiziki güclü belə deyim də. Yəni biz daha texnikalı futbol oynamağa üstünlük veririk. Amma onlarda fizika, sürət və ikinci mərtəbə baş hava topları ilə oynamaq doğrudan da bu bizim böyük bir minusumuzdur. Nətər eləyək? Yəni 1.85-dən yuxarı çıxa bilmirik də. Yer kökü. Banan yerinə yer kökü aldır uşaqlara, qoy getsin. Bir şok, soku sıxırsan, qəşəng. Maskaları düzəldirsən. O qədər kök yəni olub ki. Zavtırıq agent olacaq. Elə olmur da, biraz genetikada məncə asılıdır. Yəni çünki Norveçdir, Şimali İrlandiya. Əlbəttə. Baxırsan ki, hamısı başları belə şeydə də böyükdülər də, zdarov idilər də istərsən. Kəllə vuranlar da onlar, bəli. Yaxşı Maksim, bax danışırsan da, bax görürsən uçuş belə getdi, nə bilim sabahsız gün Qəbələyə getməliyik, uçmalıyıq, o da nə bilim pis yatmaq, tabletka, nə bilim. Bəs oyundan sonra, futbol karyerada daha doğrusu sonra futbolçu necə yaşayır? Yəni fiziki cəhətdən, mənəvi cəhətdən bunun necə deyirlər? Oyundan sonra axı insan dəyişir. Bu təsəvvür et ki, sən demişsən, saat 6-da oyanır, rejimi var, yeməyi var, sonra məşqi var. Sonra bu turub olmur. Yəni sözün yaxşı mənasında sadə insan olursan da artıq futbolçu deyilsən. Yəni futbolçusan, amma burada həyat tərzin dəyişir. Gedirsən marketə, yəni vaxtında durmursan, nə dəyişir insanda, mənəvi və həm fiziki cəhətdən? Yəni əslində çox şey dəyişir. Yəni mən belə deyim də, son pokoleniyanı bitirən bir futbolçuyam və hal-hazırda həmin periodu indi mən keçirəm. Aydın məsələdir ki, məsələn futbolu buraxan sırası kökəlməyə meylli olur. Çünki il boyu, neçə illər boyu sən sağlam qidalanırsan. Amma burada
futbol qutarandan sonra nə bilim qutabdan, kababdan, nə bilim buğlama, kabab. yəni yeyirsən. Ya düzdür, futbol oynayanda da yeyirsən bunları. Amma sən məşqdə, oyunlarda o qədər kalori yandırırsan ki, yəni sən heç nə dəyişmir. Amma burada sən artıq bu kaloriya yandırmırsan. Yəni başlayır yeyişmə, getmə, yəni eləsi var ki, yəni kimlə danışırdım bir ağları 6 aya 35 kilo vəs alıb hansısa futbolçu 6 aya. Milli komandanın həkimi var, Vyacheslav Xomenko. Elə kursdaydım, ondan orada görüşdüm. Onu müzakirə eləyirdik. O mənə dedi ki, 6 aya 35 kilo vəs alan futbolçular var. Sonra Azart, Sneijder, özümüz arada bir şəklə baxırıq, deyirək, bu nə günə düşüb, bu necə globus olur. Zubastik Ronaldo da görüyor. Sonra nə oldu? Hamısı Bir dənə baxırsınız Torres ki, getdi, kulturizmə şişdi. hamısı belə şişib gedir. Yəni çünki metabolizm pozulur. Sonra məsələn futbol oynayanda sənin adrenalin çox olur, nə bilim, istirahət az olur, belə sinir sisteminə yükləmə düşür. Amma futbol olmayandan sonra sinir sistemi adaptasiya olur ki, yəni yenə mən stres keçirdəcəm, adrenalin olacaq, nə bilim, belə şeylər. Amma o olmur. Sinir sistemində də fərqli bir dəyişikliklər olur. Yəni mən futbol oynayanda bilmirdim ki, baş ağrısı nədir. Yəni belə, daha yuxulu olurdum, baş ağrısı bilmirdim. İndi 2 ildə futbol oynamıram, biraz hava dəyişdi, biraz buludlar boz rəng oldu. Baxıram ki, nəsə başıma ağrılar gəlir. Yəni belə proseslər yavaş-yavaş olur. Eləsi var ki, məsələn, futboldan sonra asma problemi olur. Hətta Eləsi də olur. Çünki dixaniya postoyanla işləyir. Bundan sonra birdən-birə sən futbol dayanırsan olmur. Eləsi var ki, məsələn, kökəlir, qrıjalar əmələ gəlir. Yəni belə şeylər də olur. Nə bilim, ayaqlar ağrıyır. Məsələn, mən deyənə kimi gedirəm arası, məsələn, belə deyə də alış-veriş mərkəzinə. 1 saatdan çox mən piyada gəzə bilmirəm. Başlayıram rast təşkil eləməyə. Belim başlayır tutmaq, nə bilim, ayaqlarım, yəni o qədər passivləşir muskula. Amma yenə də vроде бы məşqçi işləyir, vроде бы uşaqlarla məşq eləyirik, amma o deyil. Yəni biz orada aldığımız naqruskalar fərqli olub. İndi aldığın naqruska heç 10%-dir də, bəlkə sən işlədiyin qədər. Yəni futbol alırsan ondan. Onda ancaq topla gəzməlisən. Ancaq topla gəz. Yox, topla yoxdur. Ya sən belə də həftədə 2-3 dəfə eyni rejimi saxlamalısan məşqlə, qaçışla. O da mümkün deyil. O da mümkün deyil də. Bunun məşqi var, bunun öz oxumağın var. Belə verilişlərə çağırırlar. Sonra nə ailə vaxtı artıq verməlisən, uşaqlar var. Yəni mümkün deyil də. Yəni cırla bilmərsən. Tamaşaçılar görmür, orada əməli başda yeyib içməkdir. Gəlirik ki, siz başlayın. Aç. Onları saxlasın da bizə. Gələsini gətirəcək. Biraz qayrətlərdən artır. Maksim uşaqlar bəs futbolçu olmaqlarını istəyirsən ümumiyyətlə. Bilirsiniz necədir? Yəni qoy istəyirəm əziyyət görsünlər. Əslində istəyirəm əziyyət görsünlər, amma mən keçdiyim yolu inanmıram onlar keçə biləcəklər. Çünki mən ac olmuşam, bu yolu keçmişəm, bunlar toxdurlar, bu yolu keçməyəcəklər. Yəni bilirsiniz necə? Yenə də mənim uşaqlarım pokoleniya gəlib dublə çıxacaqlar. Sabah mən dubldə o başqa məşqçi eyni şey mənim uşaqlarım haqqında deyəcək ki, bu da telefon uşaqlarıdır, nə bilim, alfa uşaqlarıdır. Nə bilim belədir də. Gecikirlər. Yəni mən misal öz uşaqlarıma çalışıram daha çox əziyyət verim. Və evdən özünüz çıxırsınız, daha mindin avtobusa, metroya, getdin ora. Yəni özləri gedib gəlsinlər. Yəni azından azından bunu eləməlidirlər. Neçə yaşı var onun? 14-15. 14. Amma onlar təsəvvürə görə necə ağıllıdır. Məndə bir dənə balaca oğlum vardı. Bilir ki, saat 8-də bunda onlayn dərsləri olur. Bizə belə yəni normalda 7-də evdə olmalıdır. Gör necə gecikirsə, rovni 8-10-da gəlir ki, bir dənə dərsə gecikin, dərs 50 dəqiqə olacaq. Yəni gör 14 yaşlı uşaq bunu fikirləşirsə, mən bu dəqiqə dubl uşaqlarına nə deyim? Belə də rahat yanaşıram ki, yəni bunlar belədirlər də. Yəni yığıb yığışdırmaq olmur. Oxumaq vəbşə araları yoxdur da. Yəni konkret oxumaq istəmirlər. Ancaq futbol olsun, ancaq nə bilim gedim ora, gəlim bura. Yəni o da mənim öz uşaqlarımdır da, yəni açıq danışıram bunu. Maksim uşaqlıqdan danışdıqsa, özünü uşaqlıqda görsəndi. Əgər belə fürsət olacaqdı, nə deyərdi? Amma kripto zat yox. Kripto almaq, Bitcoin zad yox. Bitcoin al. Yəni əslində çox şey
deyərdim. Çox üzr istəyirəm. Tövsiyə barədə, yəni uşaq 5 yaş, 10 yaş, nə cür? Yəni biraz dəqiqləşdir. futbol neçə yaşında var? Yəqin futbola o perixodu deyirdi Perixod, də, beş, altı 14 yaş deyək də. Yox, 5-6. 14. Mən 11 yaşda futbola başladım. Mən ona kimi akrobat idim. Aha. Stul düşdü. Sözüm şu. Bəs piano harda? Necə akrobat? Akrobat, кандидат мастеров спорта по спортивной акробатике я был, прыгун. Знаете, что Qəşəng. такое? Prego. Знаю, akrobat. Daroşkada, Bilirəm, tumbling. İndi tumbling deyirlər də. indi ola bilər travma, bizdə prıgun deyirdilər o vaxtları. Dünya Ha. Avropa çempionu biz. Yəni orada da travma aldım, ona görə məcbur oldum ki, buraxım. Yəni daroşkadan uçdum, boyun üstə gəldim polun üstünə. Yəni o vaxtlar indiki kimi daroşkalar deyil idi də. Yəni ölməyə risk çox idi. Asfalt, sən demişdin asfalt. Yox, asfalt deyil idi, amma yəni keyfiyyət o deyil idi. Bir ara uje düşdüm, ondan sonra qorxdum və buraxdım. Futbola daha çox həvəsim var idi. Getdim futbola 11 yaşımda. İndi məsələn 11 olmasın, 14 yaş deyək də. Çünki uje belə çıxanda doğrudan da çox şey belə daha çox belə ata kimi məsləhət görərdim də. Yəni futbol, çünki artıq mən bu yolu gedib qayıtmışam da belə deyək. Bütün şeylərimi bilirəm, necə olmaq lazımdır. Demərəm ki, mən nəyisə çox pis şey elədim. Yox, çalışırdım ki, həmişə disiplina yüksək səviyyədə olsun, amma yenə də səhvsiz insan yoxdur. Yəni mənim də səhvlərim olub, yəni daha da yaxşı ola bilərdim, özümə daha da yaxşı fikir verə bilərdim, bəzi səhvləri etməyə bilərdim. Yəni belə yaxşı bir yol göstərə bilərəm. Hansın ki, hal-hazırda öz uşaqlarıma, gənc nəslə, plus dubldə olan uşaqlara çalışıram ki, düz yol göstərdim. Yəni həmin məsləhətləri özümə də verərdim. Amma bu səhvləri etdin və səhvlərdən sonra təcrübə qazandın və gəldin belə şəxsən əfsanəvi futbolçu Maksim Medvedev oldun. Yəni məncə o səhvləri ona görə yönləndirmişdi sənin həyatında ki, bu olsa, bəlkə də o səhvlər olmasaydı belə bir əfsanəyə çevrilməzdi. Başqa şeylər ola bilər. Başqa şey ola bilərdi. Odur ki, Pərvin, əgər sən Salto vura bilərsən indi. Salto. Hə, sən fikir vermə, ondan sonra danışaraq. Əziz tamaşaçılar, indi isə yeni bir rubrika. Belə şey olmamışdı. Emin Əhmədovun təqdimatında Blitzkrieg rubrikası. Buyurun Emin. Blitzkrieg operasiya. Была такая. Hə, çox sağ ol. Pərvin Qorçu, tərcüməçi, historika müəllimi və buyurun. Maksim, bir söz deyirəm sənə, sən də ona uyğun Avropada ya da dünyada analoqu deyirsən. Ola bilər insandır, ola bilər bir komanda. Ağla birinci ilk fikrinə nə gəldi bax onu deyirəm. Getdi. Qarabağ futbol klubu. Liverpool. Oho. Qurban Qurbanov. Arsene Wenger. Kadi. Heç biraz. Ronaldinho. Даже. Şaxrudin Mağamədəliyev. Casillas. Rəşad Sadıxov Pirlo. və Maksim Medvedev. Aha. Banişevski. Amma hardasa oxşarlığı var. Banişevski də illər ərzində Azərbaycana, Neftçiyə sədaqətini göstərib. Maksim də özümüzünki olaraq Qarabağa neçə illər ərzində və milli komandamıza sədaqətini göstərib və heç hara getməyib. Biz Yəni o Rəşadı nəyə görə Pirlo çəkmişəm? Yəni çoxsu fikirləşərdi ki, bu dəqiqə mən Nesta Maldini deyəcəydim, sırf sentralni zaşitnik. Amma Pirlonu sırf bu ağıla görə. Yəni Rəşad Sadıxov çox doğrudan intellektual, yüksək intellektuallı bir futbolçu idi. Yəni desək ki, yəni həm müdafiəni, nə bilim, belə daş kimi yox, sırf bax ağıla görə, dəqiq paslara, kommunikasiya, oyunu idarə etmə, ona görə mən daha bu keyfiyyətləri Pirloda görürdüm. Yəni belə sentralni zaşitnik, nə bilim, bəlkə Cannavaro, o da o şeydə deyil idi də. Yəni amma Rəşad ona görə sırf Pirloya bağladım. Bəs niyə Liverpool? Çox adam deyir ki, Qarabağ Qafqazın Barselonasıdır. Yəni belə bir deyim var. O vaxtları deyirdi, amma bu dəqiqə Qarabağın da oyunu biraz dəyişikliyi var. İndi daha qəşəng oynayır. Daha sürətli, daha keçidlərin üstündə, daha kontra-ataka, üslublu, belə cinahlar da oyun qurma, yəni daha çox indi biz bunu görürük. Artıq yoxdur da, yəni ancaq top saxlayırıq. İndi baxın, imkan olan kimi Qarabağ gol vurur. Amma o vaxtları çox oynayırdıq, pas, gedib gol vura bilmirdi. Amma indi tap, srazu qabağa. Tap, srazu qabağa. Yəni ona görə bu dəqiqə Arsene Wenger. Sən də bütün suallara maraqlıdır cavabları. O çoxsu orada Ferguson Arsene bilirəm ki, indi çoxsunda sual versələr Ferguson deyirlər, amma Arsene Wenger я думаю, что
mənə görə daha uyğundur. Öz Arsene Wenger-də sən demişdin, bizim Qurban Qurbanov çox sakitdir. Yəni belə heç əsəbi yoxdur. Elə Arsene Wenger. Demək olar ki, əsəbləşmir oyunlarda. Doğrusu Ferguson çox saqqız çiynir, amma Qurban müəllim heç vaxt onu eləmir. Ferguson saqqızsız təsəvvür edə bilmirəm. Amma Arsene Wenger daha belə spokojn, ona görə Tipaj olaraq daha Qurban müəllim ona uyğun. Özünü niyə Banişevski? dedim də mən açmasın. Ya özümü niyə Banişevski? Yəni mənim tipimdə Avropada futbolçu yoxdur. Ya əslində doğrudan çox adam yəni məni burada görəndə, даже belə deyim də bir deputat var idi. Yəni məni görəndə deyir ki, Banişevski, harasa qeyri o vaxtda Quzanlıda zadda qalanda, görüm azərkeşlər qışqırır ki, Maksim qışqırmırlar. Banişevski, davay. Belə şeylər var idi. Ona görə belə. Yəni əfsanəvi futbolçu indi yeni əfsanəvi futbolçular hazırlaşdırır və biz ona bu yolda uğurlar arzu edirik. Əsasən məndən bax belə şəxsən sənə arzu edirəm ki, səbirli olasan, çünki həqiqətən də Çətin işdir. göstərir ki, bəli, çətin işdir və təcrübə göstərir ki, Qurbanın təcrübəsi göstərir ki, həqiqətən səbir elə bir şeydir ki, sakitçilik, səbir, onu sənə arzu edirik. Əsəbləşmə, hər şey alınacaq. Knut Pryaniki adından çıxartmayam, Knutda saxla Pryaniki. Amma 2 dənə Knut götürsən daha yaxşı olur. Ancaq Knutduyum mən. Banan az olsun. Onu sən Emin öz istəyinə görə elə. Əsas məsələdə gələn il Azərbaycanda keçiriləcək dünya çempionatına sənin yetirmələrin çıxsınlar və səni layiqincə, həm səni, həm də ölkəmizi layiqincə təmsil etsinlər və orada yaxşı bir nəticə əldə edək. İnşallah mən də ona ümid edirəm ki, doğrudan da bunlar daha da çox təcrübə yığacaqlar. Çünki əksəriyyəti elementdə dubldə sastavı oynayırlar. Yəni baxmayaraq ki, bəzi komandalarda biraz yaşlı futbolçular var, amma biz çalışırıq ki, ən belə gənc nəslə şans verək və bunların bu belə oyunları bəlkə onları daha möhkəm eləyəcək ki, bizi yaxşı səviyyədə təmsil edə biləcəklər. Əsas olaraq özləri onu dərk eləsinlər və hazırlaşsınlar ona. Eşitdiniz, İnşallah. dərk eləyin, hazırlaşın. Ümid sizədir. Ağır günlər qabaqdadır. Gəlir. Bərbin Qorçu, Emin Əhmədov, Mərifət Xələfov və Azərbaycan futbolunun əfsanəsi, Qarabağ Futbol Klubunun əfsanəsi. Hər əfsanə 2 dəfə demək istəmirdim. Bunlar çox Həm orada, həm burada da əfsanədir. Məsələn, futbolçu var ki, klubda əfsanə olmayıb, amma millidə əfsanədir. Maksim Medvedev, çox sağ ol Maksim, gəldi. Sağ olun. Sintezator gətirirəm bura. Mahnıyla bitiririk. Sən söndürdün qara? Hələ yox gözlə. Altdan buradan viski çıxırlar. İlk olsa tüsü çıxır da. Sonra dedim niyə kökəllə viski.